Ekranda hər hansı bir problem, görünmədə hər hansı bir problem olsa, zəhmət olmasa bildirin. Bilirik ki, müəllimlər, biz öncədən təfəkkürün üç növü ilə məntiqi, tənqidi, yaradıcı modellərlə əksəriyyətiniz tanışsınız. Hal-hazırda yeni modellər olan praktik, analitik, abstrakt və produktiv təfəkkür modelləri də əlavə olunmuşdur ki, mütləq bunlardan da yenilik olduğu üçün imtahanlarda sual gözlənilir. İlk olaraq mən sizə məntiqi təfəkkürdən bəhs edəcəm. Məntiqi təfəkkür fərdin nizamlı şəkildə bir fikirdən digər fikrə keçə bilməsi prosesidir. Yəni ətraf aləmi müşahidə etmək, ətraf aləmi gözətləmək. Bəzən deyirik ki, məsələn məntiqini işə sal. Məntiqi yanaşma, məntiqi işə salmaq, bunlar məntiqi təfəkkürlə bağlı komponentlər ola bilər. Mümkün variantları ölçüb biçmək, bəzən müsbətini, mənfisini nəzərə alarsan, bax qərar qəbul etmək, bunların hər biri məntiqi təfəkkürə daxildir və təfəkkürün bütünlükləri bir-biri ilə sıx əlaqəlidir. Məsələn, siz yaradıcı təfəkkürdə məntiqi təfəkkürün ünsürlərini, komponentlərini görə bilərsiniz və yaxud da ki, tənqidi təfəkkürdə yaradıcı təfəkkürün ünsürlərini görə bilərsiniz. Yəni elə olduğu halda çaşıb qalmayın. Yəni təfəkkürün bütün növləri bir-biri ilə bağlıdır. Məntiqi təfəkkürə aid olan bəzi anlayışlar var ki, bunlara deduktiv düşünmə, induktiv düşünmə və yaxud da ki, analogiyalar, məntiq xətaları, konvergent, divergent düşünmələrə aid eləyə bilərsiniz ki, gəlin indi bunlarla bir-bir tanış olaq. İlk olaraq mən bəhs edəcəm konvergent düşünmədən. Konvergent düşünmə indiyə qədər qəbul olunmuş yolların düz olduğunu bildirir. Yəni, hazıra meyillidir. Özünü əziyyətə verməyəcək, hər hansı alternativ axtarmağa meyilli deyil. Hazır qaydadan istifadə etdiyi üçün ona görə də nəticəyə tez çatırlar. Bir var, düsturdan istifadə edib misalı yazanda təbii ki, nəticəni tez əldə edəcəksən. Amma divergent düşünmədə bu belədirmi? Divergent düşünmədə xeyr. Divergent düşünmədə olan şagirdlər ideya, fikir toplama prosesi ilə seçilir. Burada deyir ki, qəbul olunmuş yolun əleyhinə çıxaraq, müəllimlər, qrupu niyə dinləmirsiniz? Deməli, əleyhinə çıxaraq yeni yol axtarırlar. Düzdürmü? Yeni yol axtarır, öz yolunu cızmağa çalışır, həmin o axtardığı yolla, tapdığı proseslə, deməli, məsələni, problemi həll eləməyə çalışır. Və bu özünə alternativ yol axtardığı üçün divergent olan düşünmə. Təbii ki, problemi həll etməkdə, tez həll etməkdə çətinlik çəkir və əlavə fikir, düşüncə tapmaqda yaxşıdır. Deməli, konvergent, köhnə fikirli, hazıra meyillidir, divergent yenilikçidir. Növbəti, ardıcıl düşünmə. Ardıcıl düşünmə nə deməkdir? Yəqin ki, prosedural bilik haqqında müəllimlərin əksəriyyətinin məlumatı var. Yadda saxlayırıq ki, ardıcıl düşünmə addım-addım, mərhələli şəkildə olan düşünmədir. Yəni, bir addım bitəndən sonra əgər digər addımı icra eləməyə keçiriksə, bu düşünmə bizim ardıcıl düşünmədir. Məsələn, necə? 11 il boyunca məktəbdə şagird tədris alır, müəllim olmaq üçün keçdiyimiz etapları deyim sizə. 11 il təhsil alır, ən azından 4 il bakalavr təhsili, sonra hal-hazırdakı etapdan nümunə göstərsək, mid imtahanına hazırlaşır, imtahandan keçir, vakant yer tutur, müsahibə mərhələsinə dəvət alır və oradan da keçsə artıq, yəni bu addımların hər biri bir-biri ilə əlaqəli addımlardır. Yəni biri icra olunur, sonra keçirik digərinə. Deməli, ardıcıl düşünmək, addım-addım, mərhələli şəkildə düşünməkdir. Bu belə. Bir saniyə. İndi başlayıb. Yeni dərsi keçirəm, müəllimlər. Qrupda yazmışam. Xahiş edirəm, qrupu oxuyun. Prosesə başlamamışdım əvvəlki. Birinci dərsi izah eləyəcəm. Sonra keçən dəfə keçdiyim dərsi soruşacağam. Sonra verbal düşünmədən, müəllimlər, verbal düşünmə necə düşünmədir? Düşüncələrini, beyində düşündüyünü dilə gətirmək və fikrini ifadə etmək bacarığıdır. Yəni, səsli düşünməmiz bizim necə düşünmə adlanır? Verbal düşünmə. Deyir, insan özünü eşidəndə öyrənmə prosesi daha da möhkəmlənir. Yadda saxlayın, verbal düşünmə necə düşünmədir? Səsli düşünmə. Bunun digər variantı
qeyri-verbal düşünmədir. Qeyri-verbal düşünmə, yadda saxlayırıq ki, görsəldir. Məsələn, siz bir var ki, İtaliyanı təsvir edəsiniz şagirdlərə, bir var xəritə üzərində göstərəsiniz. Əgər slayd üzərində göstərmək, xəritə üzərində göstərmək, sxem üzərində göstərmək, qrafik üzərində göstərmək və yaxud da ki, hər hansı şəkildən, heykəldən, maketdən biz bəhs ediriksə, bu qeyri-verbal düşünmədir. Yadda saxlayırıq ki, yəni qeyri-verbal düşünmənin baş verməsi üçün vizual, görsəllik mütləqdir. Keçid edirəm sistemli düşünmək. Sistemli düşünmək ideyaları, konsepsiyaları təhlil edib hissələrə parçalamaqdır. Bu parçalama necə parçalamadır? Gəlin bura bir mən sizə açar söz qeyd edəcəm. Mütləq qeyd edin, götürün. Öncədən əgər nəticəni görə biliriksə, öncədən hər hansı baş vermiş bir prosesin nəticəsini görə biliriksə, bu sistemli düşünmədir. Məsələn, deyirəm ki, ətrafımızda bir zavod var və yaxud da ki, məişət tullantıları təbiətdə yaşayan canlıları məhv edir. Bu zavodun canlılara və yaxud da ki, hava sisteminə, su sisteminə olan təsirindən bəhs edirik. Və həmin zavodun tərkibində, həmin ziyanlı maddələrin tərkibində olan zəhərli maddələr suyu, çayı və digər həyat üçün lazımi olan ünsürləri zəhərlədiyi üçün həmin zavodun və yaxud da ki, həmin zəhərli maddələrin birbaşa insan sağlamlığına təsirindən söhbət gedir. Yəni, baş verən prosesin öncədən sənin üçün müsbət və yaxud da ki, mənfi nəticəsini görə bilirsənsə, bu sistemli düşünmədir. Bir nümunədə deyim, məsələn, hal-hazırda İran, İsrail, ABŞ müharibələrindən bəhs edə bilərik ki, yəni bu müharibələr baş verir, bunun bizə olan təsiri. Məsələn, xarici ölkələrdən gələn və yaxud da ki, İran malların bilirik ki, artıq idxalında problemlər var və bu ərzaq məhsullarının bahalaşmasına gətirib çıxara bilər, düzdürmü? Yəni, sistemli düşündük, həmin müharibənin bizə olan təsirindən bəhs ediriksə, bu sistemli düşünmədir. Yəni, öncədən nəticəni görə bilirsən. Növbəti keçid edirik nəyə? Bizim məşhur induktiv və deduktiv düşünmələrimiz. İndi gəlin görək, induktiv düşünmə və deduktiv düşünmələr necə düşünmələrdir? İlk olaraq, müəllimlər, deduksiya hazır qaydadan nəticə çıxarma prosesidir. Nə oldu? Qaydadan nəticə çıxarma prosesi adlandı deduksiya. İnduksiya nəticədən qayda çıxarma prosesidir. Gəlin bunlara bir neçə nümunə üzərində baxaq. Məsələn, ümumi bir qaydadır ki, ağacları sulamasaq, həmin ağac bar verməyəcək. Əgər qaydadan nəticəyə, hazır qaydadan nəticəyə doğru prosesini aparırsansa, deyirəm ki, deməli, mən alma ağacını sulamasam, həmin ağac bar verməyəcək. Qaydanı tətbiq edirsənsə, qaydanı həyata keçirirsənsə və yaxud da ki, qaydadan özünə bir nəticə çıxarırsansa, bu proses necə proses adlanır? Deduktiv proses adlanır və yaxud da ki, belə bir nümunədə qeyd edirik ki, deməli, deyirəm ki, imperiyalar zəifləyəndə onların tərkibində olan xalqlar müstəqillik istəyir, düzdürmü? Bu bir qaydadır. Qaydadan nəticəyə doğru gedirəm ki, Rusiya imperiyası da süqut etdi və nəticədə Azərbaycan müstəqillik əldə etdi və yaxud da ki, nə bilim, Xalq Cümhuriyyətinin yaranması prosesi baş verdi. Ümumi qaydadan nəticəyə doğru gəldiyim proses necə adlandı? Deduksiya. Amma bunun əksi olan hazır nəticə və yaxud da ki, müşahidə prosesi varsa, əgər mən nəticədən qaydaya doğru gedirəmsə, bu prosesimiz bizim adlanacaq induksiya. Məsələn, şagird riyaziyyat dərsində müşahidə edir ki, 2-ni 3-ə vuranda da və yaxud da ki, 3-ü 2-yə vuranda da hər ikisində hasil eynidir. Düzdürmü? Müşahidə etdi, müşahidə. Müşahidədən əgər şagird qaydaya doğru gəldisə, bizim bu prosesimiz necə adlanır? Yəni, öz-özünə bir qayda çıxardı ki, deməli, vuruqların yerini dəyişəndə hasil dəyişmir. Müşahidə edib qayda çıxarsa, prosesimiz adlandı induksiya. Və yaxud da ki, induksiyanı belə də qeyd edə bilərəm ki, başın daşa dəyəndən sonra ağıllanmaq. Şagirddir, məsələn, ibtidai sinif şagirdi də bunu bir daha qeyd edirəm, diqqətinizə çatdırıram. Görür ki, yolu hərəkətinə düzgün əməl eləməyən piyadaları polis cərimələyir. Məsələn, piyada xəttindən keçmədi və yaxud da svetoforun tələblərinə əməl etmədi. Bunu görüb, görəndən sonra əgər onu qayda şəklinə salırsa, deməli ki, məsələn,
qırmızı işıq yananda piyadalar hərəkət etməlidir, yaşıl işıq yananda avtomobillər hərəkət etməlidir və s. Bunu əgər qayda halına salıb, özlüyündə qayda şəklində salırsa, bu prosesimiz adlanır bizim nə? İnduksiya. Sonra biz deməli, başqa nə nümunə qeyd edə bilərik? Məsələn, bir dənə tarixə uyğun nümunə qeyd edirəm ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi baş verir. Və bu dövrdə Gürcüstan və Ermənistan da müstəqillik əldə edir. Bu düzdürmü? Nəticədə, əgər mən nəticədən qaydaya doğru gedib deyirəmsə ki, Birinci Dünya müharibəsindən sonra imperiyaların dağılması nəticəsində Qafqazda yeni milli dövlətlər yaranır. Nəticədən qaydaya doğru getdim, dedim ki, Qafqazda milli dövlətlər yarandı. Prosesimiz necə adlanır? İnduksiya. İndi bunların gələn dərs üzərində testlə işləyəcəyik, yəni söhbət şənbə günündən gedir. Şənbə ya bazar gününə düşəcək. O zaman daha ətraflı şəkildə məlumat əldə edəcəksiniz. Analogiya eynilikdir. Nəyə əsaslanır analogiya? Eyniliyə. Məsələn, deyirəm ki, mən tarixdə dövlətlərdən bəhs olunur, dövlətlərin məkanından bəhs olunur. Qədim dövlət olsun və yaxud da ki, onların əraziləri coğrafiyada xəritə üzərində qurulduğu üçün, deməli, mən coğrafiyanı da tarix kimi rahatlıqla öyrənə bilərəm. Eyniliyə əsaslandırıram. Və yaxud da ki, deyirəm ki, mən qarmonda ifa edə bildiyim üçün pianoda qarmona bənzəyir. Deməli, asanlıqla pianoda da ifa edə bilərəm. Bu da oldu analogiya. Analitik düşüncə, indi bunu təfəkkür halında deyəcəyim üçün qısaca qeyd edirəm. Müxtəlif məlumatların təhlili, hissələrə parçalanması analitik düşüncədir. Analitik düşüncəni təfəkkür kimi geniş şəkildə sizə qeyd edəcəm. Məntiq xətaları, müəllimlər, məntiq xətaları iki halda baş verə bilər. Birinci, nəticəyə gələn zaman fikirlər arasında yanlış əlaqə yaradırıqsa. İkinci, argumentimiz zəifdir və həmin zəif argumentin əsasında yanlış nəticə çıxarıramsa, məntiq xətaları baş verir. Və 7 cür məntiq xətamız var. Hansılardır? Həddən artıq ümumiləşdirmə, özünü bənzətmək, cəmiyyət tərəfindən qəbul edilmə, şəxsi qərəzlik, boş adam, çox mənalı danışmaq və sirkulyar arqument. Həddən artıq ümumiləşdirmə bir nümunənin hamıya aid edilməsidir. Səs zəif olmamalıdır, hamıda zəif gəlir. Yəni, məsələn, hardasa bir negativ görmüşəm, 7-ci sinifdə görürəm ki, şagirdlərin əksəriyyəti oxumur. Deyirəm ki, 7A sinifi oxuyan sinif deyil. Bir nümunəni hər kəsə aid etdir. Özünü bənzətmək, özünü bir nəfərə bənzətməkdir. Məsələn, müəlliməm kimi saç düzümündən istifadə edirəmsə, onu özümə ideal götürmüşəm, özümü müəlliməmə bənzətmişəm. Cəmiyyət tərəfindən qəbul edilmə populum da adlanır. Özünü çoxluğa bənzədir ki, məsələn, hamı sarı geyimdən istifadə edir və yaxud da ki, hamının şəkilli kitabı var, deməli, mən də gedib şəkilli kitabı almalıyam. Özünü bənzətmək, özünü bir nəfərə bənzədirsə, qeyd edək. Cəmiyyət tərəfindən qəbul edilmə özünü çoxluğa bənzədir. Yəni, çox insana, cəmə bənzədir. Şəxsi qərəzlilik, bəzən əsas ideya qalır kənarda, belə deyim də. Biz başlayırıq yola getmədiyimiz və yaxud da ki, xoşumuz gəlməyən insanın özünə münasibət bildirməyə. Yəni, qərəzli. Deyirəm ki, sinif yoldaşım Aydan deyir ki, küçə heyvanlarını qorumaq üçün mütləq sığınacaqlar inşa edilməlidir. Və qərəzli yanaşdığıma görə burada məntiq xətası baş verir ki, mən Aydanla yola getmirəm, ona görə Aydanın fikirləri düzgün ola bilməz. Sonra, boş adam məntiq xətası, yəni boş-boş danışan adamdır. Əsas argument qalır kənarda, başlayır boş-boş danışmağa. Məsələn, deyirəm ki, imtahanlarda uğurlu nəticə qazanmaq üçün mütləq şəkildə sosial şəbəkələrdən az istifadə etmək lazımdır. Qarşı tərəfdə də mühakimə gəlir ki, siz demək istəyirsiniz, biz çalışmırıq. Mən düzgün uğuru qazanmağı və yaxud da ki, düzgün çalışmağın sirrini bölüşürəm müəllimlərlə və yaxud da ki, məsləhət verirəm. O əsas argument qalır kənarda, təmiz fərqli istiqamətə yönəlirsə, bu boş adam məntiq xətasıdır. Çox mənalı danışmaq iki başlı danışandır. Deyirəm ki, telefondan istifadə etməyin. Şagirdlərdən də biri belə bir mühakimə yürüdür ki, yox, telefondan istifadə etmirdim, sadəcə orada saata baxırdım, şəklə baxırdım və yaxud da ki, mənə yazılan mesaja baxırdım da. Yəni, baxırsan da istifadə edirsən telefondan. Və sonuncu məntiq xətamız sirkulyar arqumentdir. Sirkulyar arqument bizim dediyimizi təkrarlayır. Deyirəm ki, uğur qazanmaq istəyirsənsə, mütləq sosial şəbəkələrdən uzaq dur, gündə sistemli və düzgün çalış. Bunu olduğu kimi və yaxud da ki, buna bənzər tipdə bizə təkrarlayıb qarşı tərəfdən mühakimə olaraq diqqətimizə çatdırmaq istəyirsən,
Bax, bu sirkulyar arqumentdir, yadda saxlayırsınız. Sonra müəllimlər keçirəm tənqidi təfəkkürə. Tənqidi təfəkkür Yunan sözü kritikus sözündən olub, mənası mühakimə edə bilməkdir. Yəni kimdənsə xoşun gəlmir deyə durub onu tənqid edə bilməzsən. Tənqid etmək ancaq mənfi tərəfləri də deməkdən ibarət deyil. Yəni əgər insan tənqidi düşüncəyə malikdirsə, birinci, hər hansı ideya və fikirlər arasındakı məntiqi əlaqəni başa düşməlidir ki, yəni şəxs burada nə demək istəyirdi. İkinci, əlində kifayət qədər arqumentin, dəlilin olmalıdır ki, sən kimisə mühakimə edə biləsən. Sonra deyə bilərik ki, fikirlərini dəqiq, rabitəli şəkildə çatdıra bilir, qazanmaqla haqlı olmaq arasındakı fərqi görür, müstəqil şəkildə öyrənə bilir və s. Bunlar yəni tənqidi düşünən insanın xüsusiyyətləridir. Yəni arqumentlə düşünür, arqumentlə çıxış edir. Və tənqidi düşüncəyə aid bəzi sinif fəaliyyətləri var. Fakt yoxsa fikirdir, yad planetli üçün səyahət turudur, gəlin bunu müzakirə edəkdir, nə baş verərdi və qaydalar strategiyasıdır ki, gəlin bunlarla da qısaca tanış olaq. Fakt yoxsa fikir. Fakt deyir, obyektiv faktla subyektiv fikir fərqləndirmək üçündür. Yəni faktı sən sübut edə bilərsən, fikrini sübutu mümkün deyil. Yəni fikir subyektivdir. Düz də ola bilər, səhv də ola bilər. Kimsə onu qəbul eləyə də bilər, eləməyə də. Fikir yəni hissin ümumi ifadəsidir. Sonra 4M1KH bu sual-cavab texnikasıdır. İnformasiyanı toplamağa, təhlil eləməyə yönəlib. Yəni 4 dənə N-lə başlayan nə, niyə, nə üçün, nəyə görə bu tipli suallarla, nə vaxt kimi suallarla başlaya bilər və 1K, yəni kim və 1H-la sual verə bilərsən ki, harada? Sual-cavab texnikası. İndi video izaha baxanda orada daha geniş nümunələrlə demişəm. Burada çox da vaxtımız olmadığı üçün üzərində çox dayana bilmirəm. Yad planetli üçün səyahət turu deyir, şagirdlərə imkan verir ki, həm fərd, həm cəmiyyət olaraq necə olduğumuz haqqında dərindən fikirləşə bilsinlər. Yəni cəmiyyətə bir yanaşma formalaşdırır. Orada müharibə nümunəsi ilə baş verir, nümunə verir ki, məsələn, müasir dövrdə niyə dünya müharibəsi baş verir? Sanki həmin o kitabxanaya gedir şagirdlər, o kitabxananın arxa sıralarında, kitab rəflərinin arasında bir yad planetlinin onu izlədiyini müşahidə edirmiş kimi həyata keçirilir bu strategiya. Yəni sanki yad planetli ona sual verir ki, niyə dünya müharibəsi baş verir? Yəni insanlar niyə müharibəni konfliktin yeganə çıxış yolu kimi görürlər? Bax, bu kimi suallara cavab axtaran strategiyamız yad planetli üçün səyahət turudur. Yəni sanki müxtəlif zamanlar arası səyahət kimi də görə bilərsiniz bunu. Gəlin bunu müzakirə edək. Hər hansı bir məsələdə ortaya mövqe qoyub mövqeyini müdafiə edirsən ki, məsələn, hal-hazırdakı müharibədən nümunə deyirəm ki, İran haqlıdırmı, onu müdafiə edəsən, ortaya mövqe qoyasan ki, hə, haqlıdır və yaxud da ki, nə bilim, ABŞ haqlıdır, ortaya mövqe qoyursan, onu müdafiə edirsənsə, bu gəlin müzakirə edək texnikasıdır. Nə baş verərdi? Bax, bu tənqidi təfəkkürdə yaradıcı təfəkkürün xüsusiyyətlərinin müşahidə olunduğu texnikamız nə baş verərdi texnikasıdır. Daha kreativ düşünürsən ki, məsələn, müasir dövrdə internet olmasa nə baş verər? Və yaxud da ki, günəş olmasa nə baş verər? Telefon olmasa nə baş verər? Sokrat dialoqu da bunu üsullarda gələcəkdə geniş şəkildə öyrənəcəksiniz. Verilən cavabdan, yəni sual verir, şagird tərəfindən cavab veriləndə o verilən cavabdan yeni sual çıxarırsan. Daha çox müsahibə effekti olur. Seçim etmək insanın ehtiyacı və istəkləri arasındakı balansı qoruya bilməkdir. Məsələn, telefondan istifadə etmək sənin ehtiyacındır, yoxsa istəyin. Əgər sən orada dərsi izləyirsənsə, testləri edirsənsə, ehtiyacdır. Amma gedib sosial şəbəkələrdə bəzən olur ki, boş-boşuna gəzinirik, vaxt keçiririk. Bu da deməli istəkdir. Bunlar arasında seçim etməlisən. Qaydalar bilir ki, asayişi təmin edir, bizə istiqamət verir ki, məsələn, ictimai nəqliyyatda nədən istifadə etməliyik, marketdə və yaxud da ki, sinif qaydalarını bura nümunə göstərə bilərik. Yəni, qaydalar asayişi təmin edən strategiyalardır. Keçirik yaradıcı təfəkkürə. Yaradıcı təfəkkür yeni yanaşma tələb edən təfəkkür modelidir. Taksonomiyanın ən üstün səviyyəsi, yəni yaratmaq mərhələsi ilə bağlıdır. Yaradıcı düşüncəni də reallaşdırmağın 4 yolu var. Əlaqənin yaradılması, sual vermək, təcrübə aparmaq və müşahidə etmək. Əlaqənin yaradılması hər hansı iki əşyadan istifadə edib üçüncünü meydana gətirirsən, məsələn, sən əgər və yaxud da ki, elə İKT-dən nümunə gətirim ki, telefonla kompüterin xüsusiyyətlərini birləşdirib, əlaqə yaradıb onlar arasında elektron lövhələri meydana gətiriblər. Sual vermə qəbul olunmuş hər hansı bir fikrə qarşı çıxmaq deməkdir ki, məsələn, niyə belədir?
Niyə yaradıcı təfəkkür məsələn yaratmaq mərhələsi ilə bağlı, dəyərləndirməklə yox. Sual verirsən. Təcrübə aparmaq nəyəsə sınaqdan keçirməkdir. Məsələn, hər hansı bir vaksin olsun və yaxud da ki, elektron texnologiya olsun, onlar ilk növbədə nə edirik? Sınaqdan keçiririk. Təcrübə aparıb, sonra onu cəmiyyətin ixtiyarına verirlər. Və müşahidə etmək geniş anlayışdır. Daha çox ətraf aləmi müşahidə etmək, davranışı müşahidə etmək olar, hər hansı hərəkəti müşahidə etmək olar. Yəni, ətraf aləmi gözətləməklə bağlı. Sonra, problem həll etmədə 4 addım yanaşması. Birinci, biz problemin nə olduğunu müəyyən edirik. Ki, məsələn, mən imtahanda uğur qazana bilmirəm. Problemim budur. Sonra, baxıram ki, müəyyən problemin yaranma səbəbi nədir? Məsələn, düzgün çalışmıram, strategiya ilə çalışmıram, vaxtımı düzgün bölməmişəm. Sonra hər yolunu planlayıram ki, məsələn, həftədə 3 gün kurikulumu ayıracağam, 4 gün ixtisasa ayıracağam. Yəni, bu cədvəllə hərəkət edəcəm. Sonra o planladığım yolu həyata keçirirəm, planı həyata keçirib, ən sonunda da prosesi dəyərləndirib qiymətləndirirəm. Yəni, nəticəni yoxlamış oluram. Bu da problem əldə etmədə 4 addım yanaşmadır. Yeni təfəkkür modelimiz praktik təfəkkür modelidir. Praktik təfəkkür modeli insanın gündəlik həyatda qarşılaşdığı problemə bildiklərini tətbiq eləmək deməkdir. Bu nə deməkdir? Yəni, bildiyin kağız üzərində, nəzəriyyə üzərində qalmasın, onu tətbiq edəsən. Məsələn, texnologiya dərsində müəllim şagirdlərə tikiş tikməyin qaydalarını öyrənib, səhəri gün şagird məktəbə gələndə onun köynəyini və yaxud da ki, pencəyinin qolu görür ki, sökülübdür da. Müəllimin əgər öyrətdiyi qaydalardan istifadə edirsə, onu tətbiq edirsə, bu praktik təfəkkürdür. Həyata keçirir. Sonra, praktik təfəkkür real həyatla bağlı ola bilər, praktik təfəkkür nəticə yönümlü fəaliyyətlə bağlı ola bilər, real düşünməklə bağlı ola bilər, qərar vermə, əsaslandırma ilə bağlı. Yəni, biz praktik təfəkkürü bunlar vasitəsilə həyata keçirə bilərik ki, bunlarda müəllimlər video izahda ətraflı şəkildə baxacaqsınız. Çünki təfəkkür biraz geniş mövzudur. Nümunələr də verilib burada. Qeyd kimi götürərsiniz izaha baxanda. Sual-cavaba vaxt tapması üçün mən bir-bir onu xırda-xırda izah edə bilməyəcəm. Sonra, abstrakt təfəkkür mücərrədliklə bağlıdır. Yəni, deyir ki, nədir abstraktlıq? İnsanın birbaşa görmədiyi, toxuna bilmədiyi konkret obyektlərlə bağlı deyil. Məsələn, xəyal etməkdir və yaxud da ki, nə bilim, sevməkdir, nifrət etməkdir. Bunlar bilirsiniz ki, abstraktlıqdır da. Gəlin, indi bunun kurikulum üzərindən tətbiqinə baxaq necə olur. Deyir ki, abstrakt təfəkkürü biz 3 cür formalaşdıra bilərik. Konseptuallaşdırma tapşırıqları, bu nə deməkdir? Yəni, öyrəndiyi şagird tapşırığın mahiyyətini bilməlidir ki, mən fizikadan enerjini öyrənirəm də, bu enerji mənə harda lazım olacaq? Elektrik yükü mənə harda lazım olacaq? Təcil mənə nə üçün lazım olacaq? Yəni, mahiyyətini öyrənir. Simvolizm, metafora müəyyən simvollardan. Məsələn, deyirəm, zaman su kimi axır. Və yaxud da ki, nə bilim, yanımızdan quş tək uçub keçdi. Metafor etmişik. Və yaxud da ki, yol hərəkəti nişanlarını biz simvola nümunə göstərə bilərik. Və yaxud da ki, tarix kitablarında Qız qalasının kiçildilmiş simvolları, digər abidələrin kiçildilmiş simvolları, bunlara biz göstərə bilərik. Nəyə? Simvolizmə nümunə olaraq göstərə bilərik. Ümumiləşdirmə də ayrı-ayrı faktları, anlayışları ümumiləşdirir. Məsələn, bir neçə üsyan verir, deyir ki, bu üsyanların ortaq səbəbi nədir? Və yaxud da ki, ədəbiyyatda bir neçə əsər verir, deyir, bunların ortaq xüsusiyyəti nədir? Sonra, keçirik analitik təfəkkür. Analitik təfəkkür təhlil etmək deməkdir. Bu da 5 hissədən ibarətdir. Hissələrə ayırma, müqayisə qarşılaşdırma, səbəb-nəticə əlaqəsi, sübutla düşünmə və alternativ izahlar. Hissələrə ayırmaq, məsələn, tutalım ki, misalı həll eləmisən, düzgün ardıcıllıqdan keçmirsən, amma cavabı səhv almısan da. İndi ayrı-ayrı hissələrə ayırıb, səhv elədiyin məqamı tapmağa çalışırsan. Müqayisə qarşılaşdırma, oxşar fərqli tərəflərini sistemli şəkildə ki, məsələn, bu misalı mən eyni qayda ilə həll elədim, düzgün cavab aldım. Düzdürmü? Və yaxud da ki, başqa bir misal nümunə göstərə bilərsən ki, fərqli cavab aldım. Niyə? Qarşılaşdırırsan və yaxud da ki, məhsul əkmişdim mən keçən eyni sahədə. Amma bu il həmin məhsulun nəticəsi və yaxud da ki, məhsuldarlıq fərqli oldu, onu araşdırırsan. Səbəb-nəticə əlaqəsi hansı hadisə baş verib və bu hadisə nə ilə nəticələnir? Yəni, səbəb və səbəbin nəticəsi. Sübutla düşünmə hər hansı bir mənbədən fakt gətirməkdir. Yəni, bir var subyektiv fikrin, amma sübutla düşünəndə fakt da gətirirsən ki, buna görə belə olur. Və alternativ izah, yəni
divergentliyi öyrəndik. Elə bir divergentliyin başqa bir versiyasıdır ki, eyni yolla, eyni hadisəni müxtəlif yollarla və yaxud da ki, eyni problemi müxtəlif yollarla həll etmək. Bir standart yolla deyil, müxtəlif cür yanaşmaqdır, alternativ izahlar. Və bizim sonuncu təfəkkür modelimiz produktiv təfəkkürdür. Produktiv təfəkkür yenilikçi yanaşmadır. Yəni, həmişə bir modeldən istifadə edin. Məsələn də, həmişə dərsə gedəndə bir şagird gecikir. Birinci 45 dəqiqəyə gecikir. Bunun üçün müxtəlif yenilikçi yollar irəli sürür ki, məsələn, saatı bir saat əvvələ qurum və yaxud da ki, nə bilim, axşam tez yatım, həmin o yollardan yeni bir işlək həll yolu tapılırsa, bu produktiv düşünmədir. Produktiv düşünmədə müəllimlər həmçinin yaradıcı təfəkkürün xüsusiyyətlərini də görə bilərsiniz. Yəni, yeni düşünürsən. Bir də var reproduktiv düşünmə. Reproduktiv düşünmə də konvergentdir müəllimlər. Bu da nə deməkdir? Yəni, hazır yollardan istifadə edir. Özünü əziyyətə vermir də ki, belədirsə, hə, belədir. Onu tətbiq edir, nəyisə əzbər şəkildə danışır, əzbər şəkildə ifadə edirsə, bu reproduktiv düşünmədir. Qısa müəllimlər, ümumi təfəkkürün izahını verdim. Yəni, bacardığım qədər qısalaşdırdım. İndi digər versiyasına da lövhə izahında baxarsınız. Keçək biz müəllimlər. Kim başlamaq istəyir? Birinci, ikinci mövzunun sual cavabına. Kimdən başlayaq? Kimdən başlayaq? Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Yelena, deyin gəlsin mənə. Bizdə fənlər arası inteqrasiya deyirik. Fənlər arası necə inteqrasiyadır? Yəni, məsələn, coğrafiya fənnini keçərkən biz başqa bir fənnin məlumatlarından istifadə edə bilərik. Səsiniz qırılır. Yəni, coğrafiyadan, məsələn, biologiyanın əlaqələnməsi ola bilər, tarixin əlaqələnməsi ola bilər. Səsiniz qırılır. Bilmirəm, məndə qırılır. Hər kəs də qırılır. Sizdə qırılır. Biz eşidirik, sizdə qırılır müəllimə. Deməli, məsələn, coğrafiyada məsələ həlli var, hesablamalar var, sahə hesablama var. Onlarda məsələn istifadə hesablayarkən riyazi məlumatlardan, riyazi hesablamalardan istifadə edirik. O da məsələn riyaziyyatla coğrafiyanın əlaqələndirilməsi, inteqrasiyası olur. Bəli. Biz qeyd etdik ki, savadlıq kompetensiyasının əhəmiyyəti. Savadlıq kompetensiyası deməli bu dili bilmək, dilin lüğət tərkibini bilmək deməkdir. Yəni oxuyub anlamaq deməkdir. Yəni oxuduğunu anlamaq və yaxud da məsələn biz video şəklində məlumatlara baxırıq, onu qavramaq. Yəni bu cür başa düşürəm. Məsələn, deyirəm ki, Birinci Dünya müharibəsində hər hansı ölkənin mövqeyini müdafiə etmək, arqument ortaya qoyuramsa, mən bunu savadlıq kompetensiyasına daxil edə bilərəm? Bəli, yəni ortaya əgər arqument qoyulubsa, bu savadlıq kompetensiyasına daxildir. Yaxşı, belə bir sual verim sizə. Əgər müxtəlif ölkələrin, deyirəm ki, Olimpiya oyunları haqqında danışıram, Yunan mədəniyyəti haqqında danışıram, hətta o Yunanların incəsənət tanrısı haqqında olan incəsənət nümunələri haqqında danışıram. Bu hansı kompetensiyanın tərkibinə daxil olar? bu mədəni məlumatlılıq olacaq, digər xalqların mədəni məlumatlılığın tərkibinə daxil olacaq. Müəllimlər, bax, bunlarla bağlı test nümunələri əsasda inteqrasiya ilə bağlı mütləq şəkildə 6-cı gün canlıya qoşulur. Çünki burada testə baxmağa bizdə vaxt qalmır. Ona görə canlılar, bax, onlara görə nəzərə alınır ki, inteqrasiyadır, daha çox düşən mövzuların üzərində işləmək üçün. Sonra, çox dil bilməyin xüsusiyyətləri. Yəni çox dil bilmək bir neçə xarici dili bilmək deməkdir. İngilis dilində ünsiyyət qura bilmək. Çox dil bilmək. Bəli. İngilis dilinin dil qaydaları, fundamental dil qaydaları, qrammatikası, bunlar da çox dil bilməyin tərkibinə daxildir. Və son olaraq şaquli inteqrasiya necə inteqrasiya modelidir? Şaquli inteqrasiya eyni fəndə müxtəlif siniflər arasında əlaqə qurmaq. Eyni fəndə müxtəlif siniflər arasında əlaqə. Məsələn, 6-cı sinifdə keçmişim, 10-cu sinifdə genişləndirəndə eyni mövzunu və yaxud da ki, eyni fəndə olan mövzuları onu daha öncə keçdiyimiz materiallarla əlaqələndirir. Yəni, şaquli inteqrasiya müəllimə sadədən mürəkkəbə oldu. Hələ ki, sizdə bu qədər növbəti. Müəllimə, qrupa plus yazın, elə müraciət eləyək. Müəllimə, olar mən biraz tez başlayaq məndən, biraz məşğulam məndə.
Deyin gəl. Üzrü Qrupa sayın. plus yazın müəllimlər. Mən o ardıcıllıqla elə müraciət etmək daha rahat. Buyurun Belə deyin indi biz gəl. eləyə bilirik, yoxsa yox? Edirik. Deyin Mən gəlsin ayın bizə. 22-sinə qədər yaxşı Ah, hazırlaşa bilmirəm, birinci onu deyim. niyə? Düz dərslərə qulaq asıram. Biraz əvvəldən planlaşdırdığımız bir işimiz var idi. Daha dərs başladı deyə mən də gecikməyim deyə qoşuldum. İndi inteqrasiyaları oxumuşam, kompetensiyaları da 2 dəfə oxumuşam. Biraz elə bir hazıram, amma yəni bu Yaxşı, ayın sual 22-sinə qədər verək. biraz. Tamam. Ver. Yaxşı, sual verək, amma sonra mütləq təkrarlayın. Deyin gəlsin Yaxşı. bizə. Bizim fəndaxili inteqrasiyada üfüqi model, üfüqi modelin əhəmiyyəti nədən ibarətdir? Üfüqi modeli odur ki, elə eyni sinifdə fənnin məzmun xəttləri arasında səhv eləmirəmsə, fərqli məzmun xəttləri arasında inteqrasiyadır. O daha dərindən başa düşməyə kömək edir. Fənnin Əlaqələndirməyə, məzmun xəttləri genişləndirməyə. hansıdır? Tarix fənninin Tarix isə tarix. tarixi zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Aha, tarixi zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Məsələn, siz Yəni- Səfəvi dövlətindən bəhs edəndə, orada onun hər hansı mədəniyyətindən və yaxud da ki, nə bilim, abidələrindən bəhs edirsinizsə, biz buna üfüqi inteqrasiyada deyə bilərikmi? Bəli, demək olar. Deyə bilərik. Şəxsiyyətlərdən, mədəniyyətlərdən elə o üfüqi sayılır. Sahibkarlıq kompetensiyası deyirik. Bax, o sahibkarlıq kompetensiyasının əhəmiyyəti nədən ibarətdir? Sahibkarlıq elə bil ki, məktəbdə hər hansı bir kitabxana güşəsi yaratmaq və yaxud da onu maliyyə fondu araşdırmaq, özünə dəstək axtarmaq, belə şeylər yadımda qalıb. Az oxumuşam, amma Nəşrləri deyə bilərik ki, məsələn, hər hansı bir layihəmiz var və yaxud da ki, nə bilim, test yazmışıq, kitab o yazmışıq. layihənin Onu həyata keçirilməsi həyata üçün keçirilməsi. nə lazımdır? Bəli. Gəlir sponsor, yəni müəyyən layihələrin Hə. həyata keçirilməsi üçün, düzdür. Bəs şəxsi sosial öyrənmə kompetensiyasının mahiyyəti? Onun da mahiyyəti odur ki, oxuyanda məsələn insan özünün zəif nöqtələrini və yaxud da o stres zamanı o riskləri idarə eləmək, stresi idarə eləməyi bilmək, belə şeylər. Yəni emosional durumunu stabil saxlamaq, iş yeridir Hə, və yaxud da ki, şəxsi həyatda stabil saxlamalısan durumunu. Məsələn, tutalım ki, iş yerində əsəbləşdirmiş, vurmaq, çaxmaq, qırmaq olmaz axı, özünü tənzimləmək. Öz hissləri idarə eləmək. Hisslərini idarə eləmək, öz işini, öz karyeranı, yəni hər tərəfli metakognitiv bilyin bu açıqlamasıdır. Bir də mənə nəyə deyəcəksiniz? Savadlığı soruşmuşam daha öncə çox dil bilməyə. Riyazi savadlıq kompetensiyası deyirik. Riyazi savadlıq deyəndə biz nə başa düşürük? Riyazi savadlıq istənilən bir məsələdə hesablama ilə bağlı müşahidələr aparmaq. Riyaziyyatın gündəlik həyatımıza Tətbiqi də. Savadlıq. Məsələn, adi bir nə bilim usta işlədəndə eləyəndə məsafəni ölçmək, bu qədər 10 metr var buradan ora. Marketə hesablayırsan ki, bu qədər. Bax, o elə bir şey. Riyaziyyatın tətbiqidir. Bəli. Tamam, hələ ki sizdə bu qədər. Müəllimə, onda müəllimə mən çıxa bilərəm də. Hə, çıxa bilərsən. Bu günlük tez çıxıram, sonra hamıya qulaq asacağam. Sağ ol. Əhmədzadə Səma. Bəli, müəllimə. Deyin gəlsin bizə, bizim bu fənüstü inteqrasiyanı bəs necə başa düşürük? Müəllim, fənüstü inteqrasiya həyatla əlaqələndirmədir. Məsələn, bir şeyi keçdiyimiz nə isə, məsələn, məktəbdə, onu həyatla əlaqələndirirlər bir mövzunu. Məsələn, bir bitki haqqında keçiblər, sonra o bitkini həyatda görür və yaxud da onu həyatda, necə deyim, qulluq eləyir də. Məsələn, tutan ki, qulluq eləyir, biologiya dərsində bitkilərə qulluq qaydasını öyrətmiş. bəli, bəli. Praktik olaraq gedib onu evdə və yaxud da ki, dərsdə də tətbiq edə bilərik. Və yaxud da məsələn, laboratoriya işindən söhbət gedir. Öyrətmişəm şagirdlərə qaydaları, sonra gedib praktik olaraq orada tətbiq etməkdən, bildiklərimizi həyata keçirməkdən söhbət gedirsə, bax bu fənüstü inteqrasiyadır. Və yaxud da ki, hər hansı bir həyati problem varsa, nəqliyyat sıxlığıdır, ətrafın çirklənməsidir, ən çox aktual olan bunlardır da. Həmin o problemlərin həll edilməsi uğrunda bir layihə hazırlayırıqsa, bax o layihə, o problem həll etmə addımları da müəllimə yadda saxlayırıq ki, necə inteqrasiyadır. Fənüstü. Bir də müəllim, fən üstündə məsələn gözün önündə canlandırma bu fən üstünə aid deyil də. Yəni Deyil, o testlərdə bir dənə timing testlərində ola bilər görərsiniz müəllimlər.
Onu o şəkildə götürüblər ki, təsəvvür edin. Yəni sonuncu 2025-ci ildə Artinin keçirdiyi sınaqda təsəvvürləri fən üstü olaraq götürmürlər. Yadda saxlayın. Yenə də hər hansı bir dəyişmə olsa, iyun ayında onların sınaqları olur. Mən sizin onun diqqətinizə çatdıracağam. Deyin gəlsin bizə, bizim bu savadlıq kompetensiyası deyirik də, savadlıq kompetensiyasının əhəmiyyəti nədən ibarət? Savadlılıq kompetensiyası müəllim, hər hansısa nə arqument gətirmək, ümumiyyətlə dil bacarıqları bilmək, nə isə dil bacarıqları bilmək, yəni öz ana dilindən gedir də söhbət, öz ana dilində nə isə biliyə sahib olmaq, savad. Bəli, yəni ana dilini bilirsən, hansı üslubdan harda istifadə eləyəcəksən, sözlərin düzgün deyiliş, yazılış qaydaları, yəni şəxs var ki, müəllim deyir, müəllim şəklində də yazır. Bax, deməli, savadlıq kifayət qədər yerində deyil. Düzdür. Və yaxud da ki, nə bilim, məişət üslubundan biz dərs mühitində, rəsmi yerlərdə istifadə edə bilmərik. Bax, bu üslublardan yerində istifadə edir. Bəli, məsələn, məişətdə istifadə elədiyimizi həm istər şagird, istərsə müəllim rəsmi yerlərdə və yaxud da məktəblərdə istifadə edə bilməz. Bəli, bəli. Müəllimlər, bir də bir şeyə diqqətinizə çatdırım, burada olan müəllimlərə deyim, dərslərə əgər nəticə əldə eləmək istəyirsinizsə, mütləq şəkildə dərslərə stabil qoşulmaq lazımdır. Mütləq. Əgər dərslərə stabil şəkildə qoşulmasaz, yəni o artıq işinizi şansa buraxırsınız, ola da bilər, olmaya da bilər. Sonra, bəs mədəni məlumatlıq kompetensiyası deyirik. Nədir mədəni məlumatlıq? Müəllim, mən deyim yoxsa? Siz, Mədəni məlumatlıq özü yox, hər hansısa bir dövlətin, adət-ənənələrinin hər hansısa bir dövlətin və yaxud da ölkənin və yaxud da məlumatlı olmasıdır. Bax, deyirəm ki, məsələn də Gürcü ədəbiyyatı, onların, nə bilim, Gürcülərin qəhrəmanları, ədəbi qəhrəmanları və yaxud da ki, musiqisi, onlara hörmət edir. Adət-ənənəsinə, rəqslərinə, bunların hər birinə ilə bağlıdır. Mədəni məlumatlıq. Mədəni məlumatlıq. Hələ ki, sizlə bu qədər. Abbaszadə Həcər. Bəli, müəllimə. Həcər xanım, deyin gəlsin bizə, bizim bu fənlər arası inteqrasiyanı necə başa düşdünüz? Fənlər arası inteqrasiya bir fənnin bir neçə fəndən inteqrasiyası. Məsəl üçün, mənim öz ixtisasım idmandır. İdmanın tarixlə, biologiya əlaqələndirməsi fənlər. Olimpiya oyunları, tarixin, həm də sizdə də var da idmanda, düzdürmü? Olimpiya oyunları, onun yaranma tarixi, hal-hazırda olimpiya oyunları, onlardan bəhs edirsə fənlər arası inteqrasiyadır bu. Və yaxud da ki, düzgün qidalanma, düzgün məşq texnikasından bəhs edirsə, biologiya ilə, bəli, tərbiyənin əlaqələndirməsidir, düzdür. Bəs fənn üstü olanda necə olur? Fənn üstü inteqrasiya, fiziki tərbiyənin həyatla əlaqələndirilməsi, bu zaman olacaq fənn üstü inteqrasiya. Məsələn, tutalım ki, futbol haqqında şagirdlərə məlumat vermişsiniz, praktik olaraq meydançaya aparıq. Gəlin, bu məlumatlarımızı həyata keçirək. Bir növ elə bil ki, praktik təfəkkür fənn üstü inteqrasiya ilə bağlıdır, düzdür. Deyin gəlsin bizə texnoloji və mühəndislik kompetensiyası deyirik də, bunların mahiyyəti nədən ibarətdir? Hər hansı bir texnoloji avadanlıqdan istifadə etmə bacarığı. Bəli, bəli. Texnologiyanın tikintidə, gündəlik tətbiqi. Məsələni deyin, buyurun. Məsələn, texnoloji deyəndə, məsəl üçün, təzə istehsal olunan yeni elektrikli ev əşyalarının istifadəsi də. Deyə bilərik. Və yaxud da ki, tikintidə kranlardan, hər hansı elektrik, müəllimə, səsi bağlayın da, zəhmət olmaz. Qoşuldu, səsi bağlayın, açıq saxlayıb bazar effekti, zəhmət olmaz. Sonra, bunu qeyd etdik. Bəs yaxşı, bizdə sahibkarlıq kompetensiyası deyil. Siz sahibkarlığın mahiyyətini necə başa düşürsünüz? Sahibkarlıq kompetensiyası, yəni hər hansı bir şagirdin müəyyən işin icrası üçün lazım olan maliyyəni və yaxud da işi qurma qabiliyyəti. Bəli, bəli. Sahibkarlıq daha çox biznesdən, demirəm, tək biznes, daha çox bizneslə, gəlirlə, xərclə, bəzən olur ki, xərcin gəlirini aşır.
Onun düzgün tənzimləməsi, sahibkarlıqla, hər hansı işdə risk götürə bilirsənsə, uzaq görənsənsə ki, hə, məsələn, mən bu maliyyəni bura qoydum, mən gəlirim, nə olacaq? Uduzmayacam ki. Bax, o riskin götürülməsi, bunların planlanması hər bir sahibkarlıqla bağlıdır. Sonra deyin gəlsin bizə, deməli, fəal vətəndaş mövqeyində nədən bəhs olunur? Fəal vətəndaş mövqeyi müstəqil olaraq hər hansı bir dövlət, cəmiyyət üçün əhəmiyyəti olan şeylərdə fikir bildirmək. Məsəl üçün seçkilərin keçirilməsi, belə deyək, məsələn, seçkilərdə iştirak vəzifəni, hüququnu bilmək, seçkiləri deyə bilərik. Həmin o prosesdə vətəndaş olaraq iştirak etmək, bəli, dövlət tədbirlərində iştirak etmək, dövlətin mənafeyini hər yerdə müdafiə etmək. Bax, bunların hər biri nə ilə bağlıdır? Fəal vətəndaş ilə bağlıdır. Hə, mən rəqəmsal savadlılığı heç soruşmamışam. Nədir rəqəmsal savadlılıq? Rəqəmsal savadlılıq, məsəl üçün internetdən, kompüterdən düzgün istifadə bacarığı rəqəmsal savadlılıqdır. Rəqəmsal vasitələrdən istifadə edə bilmə bacarığı. Abdullayeva Gülşən. Çox sağ olun. Bəli, müəllimə. Axşamınız xeyir. Axşamınız. Deyin gəlsin bizə, Abdullayeva, biz qeyd etdik ki, bu fəndaxil inteqrasiya deyəndə biz nə başa düşürük mahiyyət olaraq? Deməli, müəllimə, fəndaxili inteqrasiya eyni bir fənnin daxilində deməli, yəni müxtəlif mövzular üzrə müəyyən bilik və bacarıqların əldə olunmasıdır. Yəni onlar arasında əlaqə yaratmaqdır. Bəli, Səma, ola bilər, düzdür. Yaxşı, siz mənə deyin, gəlsin, görək. Bu fənlər arası inteqrasiya, fənniniz nədir? İngilis dili. Mənə fənlər arası inteqrasiya bir nümunə deyin. Məsələn, İngilis dili ilə Azərbaycan dilinin arasında əlaqə var. Məsələn, isim bilməsinin quruluşca növlərini həm Azərbaycan dilində öyrənirik, həm İngilis dilində. Sağ ol. Yəni, İngilis dilində ismi keçəndə deyirsən ki, Azərbaycan dilində. İnteqrasiyanın sizin inteqrasiya deyəndə kompetensiyanın sizin ixtisasınıza uyğun olan növü hansıdır? Çox dil bilmək kompetensiyası. Nədir çox dil bilmək? Necə reallaşdırılır? Çünki təkcə həm ingilis dilinin şifahi və yazılı formada deyil, həmçinin üslubi xüsusiyyətləri, müəyyən qədər onun ədəbiyyatı ilə də bağlı məlumatları bildiyimizə görə bu çox dil bilmək kompetensiyasına aiddir. Mən desəm ki, məsələn, ingilis ədəbiyyatına hörmət, ingilislərin milli geyimlərinə hörmət. Bəli. Onlar hara daxil olacaq? Bu mədəni məlumatlılıq. İndi o şortlandlarda bəzən o yubka kimi geyimlərdən istifadə olunur. Bəzən olur ki, insanlar onu ərə salırlar. Hansı kompetensiyanın zəif olması anlamına gəlir? Bu mədəni məlumatlılıq kompetensiyası. Mədəni məlumatlılıq kompetensiyasının zəif olması anlamına gəlir. Məsələn, mən əgər deyirəm ki, YouTube üzərindən müəyyən məlumatlar əldə edirəm, müəyyən dərsləri izləyirəmsə, bu hansı kompetensiya xüsusiyyətlərinə daha çox yaxındır? Bu rəqəmsal savadlılıq ola bilər. Çünki o İKT bacarıqlarından daha çox istifadə edirik kompüter üzərindən. Məsələn, PowerPoint-də slayd yığmaq, Canva-da dizayn yığmaq, süni intellektin özündən deyirəm ki, süni intellektin hazırlamaq üçün istifadə ediriksə, müəllimlər, bunların hər biri hara daxildir? Rəqəmsal savadlılıq. Kahoot var, nə bilim, quizlər var, Google Classroom-lar var. Bunların hər biri hara daxildir? Rəqəmsal savadlılıq. Rəqəmsal savadlılığa. Fəal vətəndaş mövqeyinin əhəmiyyəti nədən ibarətdir? Burada insan cəmiyyətdə öz rolunu dərk edir. Yəni dövlət, cəmiyyət və vətəndaş bu üçü sintezdə olur. Şəxs hüquq və vəzifələrini bilir, həmçinin dövlətinə aid olan bütün xüsusiyyətləri bilir. Yəni yaşadığı ölkəyə aid bütün sosial-iqtisadi olan xüsusiyyətlər və s. bunların hər biri haqqında öz fəal vətəndaşlıq mövqeyini göstərir. Oldu. Uğur Bayramlı kimdir? Uğur Bayramlı adı ilə qoşulan kimdir? Salam müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir. Adınız necədir? Sultanə. Deyin gəlsin bizə. Fənnisti inteqrasiyanı, əgər öz fənninizlə, fənniniz nə oldu? Texnologiya. Texnologiyaya uyğun bir fənnisti inteqrasiya nümunəsi deyə bilərsiniz mənə?
bizdə daha çoxdur əslində. Məsələn, kranları sinifdə dərsdə keçirik 6-cı sinifdə. Evdə də nümunə göstərirəm ki, evdə kranın gedib bu hissəsinə baxa bilərsiniz. Bu hissəsini bu formada təmir etmək olar. Və yaxud da yeməklərdir, hansı ki, dərsdə şifahi şəkildə öyrədilir. Evdə onu müəyyən reseptləri, evdə tətbiq qaydasını deyirik və s. Hə, məsələn, omletin hazırlanma qaydaları var da, səhv eləmirəmsə sizdə. Onlar Bəli, o miktar 5-ci sinif, praktik 6-cı olaraq sinifdə bir hazırlanması və s. düzdür. Yaxşı, mənə deyin gəlsin nəyi? Biz deyirik ki, riyazi savadlıq kompetensiyası da nədir riyazi savadlıq? Müəllimlər Riyazi kim iştirak edəcəksə, please qoysun, zəhmət olmasa vaxtı. Riyazi savadlılıq hesab həll qabiliyyətidir. Yəni gündəlik həyatımızda riyaziyyatın minimum həll yollarını bilmək, məsəl üçün alış-veriş bacarığı, büdcəni formalaşdırmaq. Bu arada büdcə texnologiyada da var. Büdcənin formalaşması, idarə edilməsi. Riyazi olaraq büdcədirsə, bəli, deyə bilərik ki, məsələn də tutalım ki, marketə getmişəm, məsələn də. Alış-veriş hesab qaydaları, bəli. Yəni 4 əməlin yerinə yetirilməsi və üstəlik həndəsi biliklərin olması, məsəl üçün ev tikdiyimiz zaman ölçüləri bilmək və s. bu formada, evi formalaşdırmaq, interyer. Savadlıq kompetensiyası deyəndə? Savadlıq dünya görüşüdür. Yəni insanın öz üzərində işləyərək dünya görüşünü formalaşdırması, çoxlu bədii kitab oxuması, başqa bir öz fənnindən əlavə başqa fənlərdən xəbərdar olması. Bəli, bəli. Yaxşı, növbəti qeyd edirik nəyi? Mədəni məlumatlıq deyəndə? Mədəni məlumatlılıq tolerantlılıqdır bir növ. Başqa xalqların mədəniyyətinə, tarixinə hörmət eləmək, dilinə hörmət eləmək. Dilinə, irdinə, yəni hər növ hörmət eləmək adətən. Bəli. Daxil. Bir də mənə nəyə deyəcəksiniz? Şəxsi sosial öyrənmək kompetensiyası. Şəxsi sosial öyrənmək özünü idarə etmə bacarığıdır. İstənilən çətin vəziyyətdə özünü idarə edə bilmək, öz hərəkətlərinə, necə deyək, sahib ola bilmək bacarığıdır. Zəif yerlərini dərk edərək o zəifliklərin üzərində çalışıb güclənmək bacarığıdır. Bəli, yəni daha çox bu əsəb, emosional durumu, tutalım ki, hər hansı bir hadisə və yaxud da ki, proses baş verib, orada özünü kontrol eləmək. Stresli durumda işləmə bacarığı. Tamam, hələ ki sizdə bu qədər. Ramilə Həbilova, Ramilə xanım. Bəli. Nədir fən daxili inteqrasiya? Fən daxili inteqrasiya, yəni fənlər arasında, fənin öz daxilində olan inteqrasiyadır. Bir fənin daxilində olan inteqrasiya və öz iki hissəyə bölünür. Şaquli və bir də üfüqi inteqrasiyaya bölünür. Şaquli inteqrasiya siniflər arasında əlaqələndirmədir. Üfüqi inteqrasiya məzun xəttləri üzrə əlaqələndirmədir və şaquli inteqrasiyada proses sadədən mürəkkəbə doğru həyata keçirilənir. Üfüqi inteqrasiya eyni sinifdə məzun xəttlər arasında əlaqələndirmə kimi qiymətləndirilir. Məsələn, tarix fənni özündə bunu mən izah edə bilərəm ki, fənn daxilindəki burada hər hansı bir mövzunu, məsələn, Səfəvilər dövləti üzərində götürə bilərəm ki, Səfəvilər dövlətini bir 5-ci sinifdə onun haqqında məlumat verilibsə, bir də ki, 10-cu sinifdə Səfəvilər geniş şəkildə müəyyən verilirsə, burada əlaqələndirmə 5-ci siniflə ki, sadədən mürəkkəbə doğru bu fənn daxilidir, şaquli forması kimi. Bəli. Yaxşı, deyin gəlsin bizə. Müəllimə, bir də siz müəyyən situasiyalarda həm şaqulinin, həm üfüqinin xüsusiyyətlərini görə bilərsiniz. Deyirsiniz ki, bəs burada neyniyək? Onda inteqrasiya modeli olaraq sizə fənn daxili verəcək. Bax, fənn daxilini götürə bilərsiniz ki, həm baxarsınız situasiyanın tərkibində 5-ci sinifdə keçirən material var, həm də məzmun xəttləri arasında var. Elə olanda ancaq fənn daxili kimi götürülür cavab. Sonra deyin gəlsin mənə, nə oldu savadlıq kompetensiyası? Savadlıq kompetensiyası dünya görüşü. Burada mütləq, yəni bədii arqument. Ay, sağ ol. Dünya görüşü, arqumentlər, sübutlar, informasiya savadlığı. İnformasiya savadlığı elə dünya görüşü ilə bağlıdır. Dünya görüşü. Müxtəlif hər hansı bir məlumatı yazılı şifahi formada, yəni düzgün çatdırılması, elmi publistik şəkildə çatdırılması bu savadlıq kompetensiyasıdır.
Sonra bəs çox dil bilmə, hamıdan dərsi soruşacağam, narahat olmayın. Çox da dil bilmək xarici dillə əlaqədardır ki, bir neçə dili bilmək, həmin dildə ünsiyyət qurmaq bacarığı. Aha. Yaxşı, deməli, növbəti mənə qeyd edəcəksiniz. Bəs desəm rəqəmsal savadlıq. Rəqəmsal savadlıq, yəni bugünkü dövrlə bağlıdır. İnformasiya, elm, texnologiya, kompüter, planşet, internetlə bağlı olan məsələlər, İKT, YouTube, yəni bütün bunlar hamısı rəqəmsal savadlıq adlandırılır. Bəli. Sonra müəllimlər orada çox dil bilməkdə formal, qeyri-formal, informaldan söhbət gedirdi ki, yəni bunların mahiyyəti nədən ibarətdir? Biz əvvəl kitablarda var idi. Qeyri-formal, informal, burada mən formal, qeyri-formal, Formal rəsmidir. Yəni sən hər hansı bir universitetdə ingilis dili tərcümanı oxumusan və yaxud da ki, nə bilim, ingilis dili məsələn Lorada ingilis dili müəllimisən. Qeyri-formal hər hansı alman dilini öyrənmək istəyirsən, hər hansı bir kursa gedib sertifikat amma həqiqətdə sertifikat verilmir. Sertifikat YouTube'u açıb öyrənirsənsə həmin dili öz başına öyrənirsənsə, o da informal. Abdullayeva Xəyalə xan. Bəli. Abdullayeva deyin gəlsin bizə. Bu fənüstü inteqrasiya nə oldu? Fənüstü inteqrasiya hər hansı bir elmdə bizim şagirdlərə öyrəndiyimiz materialların həyatla əlaqələndirilməsidir və onlar bir sual verin bununla bağlı sonra keçək. Tarix müəllimi kimi biz muzeylərlə əlaqələndirilməmiz fənüstü götürə bilərikmi? Bəli, muzeyə aparırsınızsa onu fənüstü. Məsələn, biz bu yaxınlarda 8-ci sinif şagirdlərimizlə o labirint muzeyi var, yəqin ki, Şəkidə bilirsiniz. Yəni yeganə Azərbaycan muzeyidir. Yəni orada olduq. Məsələn, o qəbirlərin açılması. Praktik olaraq, bəli. Arxeoloji yəqin ki, onu götürmək olur da muzeylərdə. Çünki biz tarixinə əsas abidələrlə bağlı ola bilər də. Praktik səyahətlər daha çox tarixdə və praktik coğrafiyadadır. Praktik səyahətlər, praktik tətbiqlər fənüstü ola bilir. Sonra deməli... Bir tane sən verilməyim mən burada. O bələdiyyatçı şaquli inteqrasiya var. Mən bildiyim qədərini, yəni bəlkə də səhv edirəm. Onlar eyni standartı üzrə getməli. Məsələn, 5-ci sinifdə biz illüstrasiyalardan istifadə etməklə 1-2 standart yerinə yetiriyorsa, məsəl üçün deyək ki, harcı Səfəvi dövlət haqqında 7-ci, 8-ci siniflərdə də məsələn həmin standart yerinə üstündə, yoxsa standart dəyişə bilər. Belə deyim də, məsələn, tutalım ki, sən Səfəvi dövləti haqqında, İsmail haqqında 5-ci sinifdə keçmirsən, məsələn deyirəm də. 7-ci sinifin əvvəlində və yaxud da ki, sonunda Səfəvi haqqında müəyyən məlumatları keçəndə, onu 5-ci sinifdə keçdiyin Səfəvi ilə əlaqələndirirsənsə, bu şaqulidir. Yəni, aha. Standart ola da bilər, olmaya da bilər. Yəni, məcbur deyil ki, bir-bir-ikini Çünki bir yerdə oxudum ki, standart dəyişməyə bilər, bir yerdə oxudum dəyişə də bilər, elə bil məndə... Alt standart dəyişə bilir. Sinifdən sinifə keçdikcə alt standart dəyişir, mürəkkəbləşir. Sadə versiyanı 5-ci sinifdə keçirsən, genişlənmiş versiyanı keçirsən 7-ci sinifdə. Alt standart mürəkkəbləşdir. Yəni, dəyişir alt. Əsas standart yoxdur. Yəni, məcbur deyil. Düşünmək istədim, ona görə verdim sualı ki, mən pis başa düşməyin, yəni sadəcə qaranlıq qalmasın. Nə pis başa düşəcək? Sualda öyrənməyə qoşulmuşsunuzsa sual verməlisiniz. Yəni, məcburi deyil. Sonra deyin gəlsin bizə və yaxud da ki, məsələn, siz sənaye inqilabını keçəndə 16-cı sinifdə keçilən sual var idi elə, əmək bölgüsü ilə əlaqələndi. Bax, eyni mövzu deyil, amma yəni əlaqələnmə elədir, şaqul elədir. Fənninizin məzmun xətləri. Bəli. Fənninizin məzmun xətləri. Zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Nədir savadlıq kompetensiyası? Savadlıq kompozisiyası, yəni insanların öz savadı üzərində işləməsidir. Yəni belə deyək ki, onlar yazılı şəkildə, şifahi şəkildə müəyyən informasiyaları verməyi bacarmalıdırlar, verdiyi informasiya üzərində arqument qoymağı bacarmalıdırlar və müxtəlif üsul və formalardan istifadə etməyi bacarmalıdırlar ki, yəni ki, hər tərəfli, yəni bir müəllim olaraq şagirdə nə isə çatdırırsansa, hansı versiyalardan istifadə etməyi bacarırsansa, yəni onları ortaya qoymağı bacarmalıdır hər bir müəllim. Məncə savadlıq kompetensiyası budur. Və mədəni məlumatlığı da deyilir. Bəli, mənim səssiz qırıldı. Mədəni məlumatlıq nəyə deyilir?
Mədəni məlumatlıq, məsələn, tarixdə biz bunu daha çox rast gəlirik, yəni ixtisasımıza uyğun olaraq müxtəlif dövlətlərin, belə deyək ki, biz onların ədəbiyyatı ilə də, musiqisi ilə də, incəsənəti, adət-ənənəsidir. Yəni onlara normal baxış, eyni hər birinə, yəni dəyər verməyi bacarmalıyıq, normal baxış sərgiləməyi bacarmalıyıq. Məncə mədəni maarif məlumatla, yəni kompetensiyası da budur ki, yəni eyni mövqedən çıxış etməyi bacarmaq lazımdır. Bütün xalqların mədəniyyətinə, sənətinədir. Oldu, hələ ki sizlə bu qədər. Mikailova, Mahirə. Bəli, müəllimə, buyurun. Deyin gəlsin, bizim bu deyirik ki, fənlər arası inteqrasiya, ixtisasınıza uyğun necə nümunə ilə bunu mənə izah edərsiniz? Mən ixtisasım fizikadır, müəllim. Fənlər arası, yəni başqa fənlər arasında olan əlaqələnmədir. Məsələn, bizdə 12 aprel kosmonavtika günüdür. Onunla bağlı texnologiya fənni ilə əlaqələndirmə eləmişəm. Şagirdlərə tapşırmışam, yəni kosmonavtika ilə bağlı bir şey düzəltməyə. Texnologiya müəlliminə də tapşırmışam, elə uşaqlar o dərsdə hazırlayırlar. Aha, və yaxud da ki, hesab məsələsi var riyaziyyat. Bəli. Düsturları tapandan sonra riyaziyyat. Bəli. Yaxşı, bəs bu fən üstü inteqrasiya desək, o necə inteqrasiya? Fən üstü inteqrasiya, müəllim, həyatla əlaqələndirilən inteqrasiyadır. Həyatla əlaqələnmədir fən üstü inteqrasiya, düzdür. Bəli. Gəlsin bizə, rəqəmsal savadlılıq deyəndə bu mahiyyəti nədən ibarətdir rəqəmsal savadlılığın? Rəqəmsal savadlılıq, müəllim, indiki dövrün, belə deyək də, məsələn, planşet, necə deyim, kompüter, İKT bacarıqları, Süni intellekt, bunların hər bəli. Bunlar fəal vətəndaşlıq, müəllim, məsələn, şagirdin, necə deyim, öz rolunu dərk etməsi, dövlət qarşısında, cəmiyyət qarşısında məsuliyyətini dərk etmək. Məsuliyyətini dərk eləməsi, bəli. Məsələn, tutalım ki, hardasa gedəndə şagird görür ki, bayraq yerə düşüb də, o bayrağı bir vətəndaş olaraq yerdən götürmək lazımdır. O öz mövqeyini, öz vətəndaşlıq vəzifəsini yerinə yetirməlidir. Sonra deyin gəlsin bizə, bəs bu sahibkarlığın mahiyyəti? Sahibkarlıq mahiyyəti, müəllim, orada deməli əsas biznes qurmaq deyil də, məsələn, məsuliyyəti dərk eləməkdə. Məsələn, şagirdlər öz aralarında bir şey hazırlayırlar, onu məsələn satışa çıxardıb, onun pulu ilə necə deyirlər, xeyriyyədə də eləyə bilərlər. İcra edə bilərlər, bunlar götürə bilərlər. Bir də mədəni məlumatlığı deyin, keçək digər məlumatlığı. Mədəni məlumatlılıqda, müəllim, məsələn, şagirdin deyək ki, yəni öz mədəniyyətinə bağlı da, yəni başqa ölkələrin də mədəniyyəti ilə də maraqlanması, məsələn, onların geyimləri, necə deyirlər, musiqisi ilə bağlı, adət-ənənəsi, ədəbiyyat. Adət-ənənələri ilə bağlı, bəli. Baba bilərik siyahının, yəni Elmar Didiyev, Elmar müəllim, deyin gəlsin inteqrasiyanın fəndaxili növü deyəndə biz nə başa düşürük? Fəndaxili. Salam müəllim, axşamınız xeyir. Fəndaxili deməli müəllim orada şaqili və üfüqiyə bölünür. Fəndaxili yəni bir fənin daxilinə aiddir. Burada şaqildə siniflər arası əlaqələnmədir. Yəni məsələn 5-ci sinifdə keçirilən hər hansı bir mövzunu, yəni 10-cu, 11-ci sinifdə, yəni həmən mövzuya əlaqələndirib dərsi davam elətdirmək, yəni şagirdi baş salmaq kimi. Üfüqidə isə məzmun xəttləri arasında əlaqələnmədir burada. Yəni məzmun bilirsiniz, yəqin bilmiş olarsınız. Necə? Fəninizin məzmun xətti nədir, ixtisasınız? Fiziki tərbiyədir, bəli müəllimə, bilirəm. İnformasiya təminatı nəzəri biliklər, hərəki bacarıq və vərdişlər, hərək qabiliyyətlər, bir də mənəvi iradi xüsusiyyətlərin formalaşdırılması. Müəllimə, sizə lazımdır, üfüqi inteqrasiya modelində lazım ola bilər də müsaidə. Ona görə hər kəs öz fənnin məzmun əzbər şəkildə bilməlidir. Deyin gəlsin, biz dedik ki, savadlılıq kompetensiyası. Bax, bu savadlığın mahiyyəti nədən ibarətdir? Savadlılığın ondan ibarətdir ki, burada belə deyək də, yazılı və şifahi formada fikrini tam yəni ifadə etmək. Bundan əlavə olaraq
Yəni ünsiyyətdə, əməkdaşlıqda öz fikrini çatdırmaq, həmçinin bayaq dediyimiz kimi, yəni məişət sözlərini rəsmi yerlərdə istifadə etməmək, bu savadlılıq kompetensiyasına aiddir. Bəli, bəli. Yaxşı. Bəzən də müəllimlər debatda bax bunu da qeyd edə bilərsiniz, testlərdə qarşınıza çıxa bilər. Məsələn, debatda iştirak eləmək, yəni ortaya arqument, mövqe qoymağa görə, bax o da savadlılıq kompetensiyasının tərkibinə daxildir. Bəs riyazi savadlıq desək və yaxud da ki, elmi savadlıq desək, bunların mahiyyəti? Riyazi savadlıq desək, burada belə deyək də, hesablamalarla bağlı siz dərs keçərkən də buna məsəl çəkmişdiniz. Məsələn, hər hansı bir tikinti yerində ora nə qədər, məsələn, kubik lazımdır, sement lazımdır, bunu hesablamaq, yəni nə qədər belə deyək də, ləvazimat lazımdır, bunları bilmək, hesablamaq qabiliyyəti. Tərəzi vardı, indi bilmirəm eşitmisiniz ya, belə bir su tərəzi deyirlər də, istifadə Bəli, eləyirsən bəli. düzgünlüyü ölçmək üçün ki, məsələn, çəkdiyimiz divar və yaxud da ki, nə bilim, nəysə əyri olmasın. Və əyrilik var ya düzdür, bəli, onu bilmək Onda üçün. daxil eləyə bilərik. Elmi desəm bəs, Elmiyə onu aid eləmək olar ki, belə deyək də, həyatda baş verən müxtəlif prosesləri izləmək, təhlil etmək, onları izah etmək, əsaslandırmaq, onlardan nəticə yəni çıxarmaq. məsələn, insan qaçanda niyə yorulur, məşq edəndə niyə? Onun niyəsini elmi səbəblə və yaxud da ki, yağış yağandan sonra gün çıxanda niyə məsələn su buxarlanır, niyə göy qurşağı çıxır? Bax, elmdən istifadə edərək bunlara bir açıqlama verilir. Əsaslandırmaq lazımdır, yəni. Elmi əsaslandır. Bəli, elmi əsaslandırmaq. Bir də mənə sahibkarlıq kompetensiyasını deyir. Sahibkarlıq kompetensiyası. Məsələn, ona da belə bir məsəl çəkə bilərəm ki, burada müəyyən bir problemi həll etmək bacarığı, təşəbbüs göstərmək və hər hansı bir işi idarə eləmək bacarığı. Belə deyim də, nəyisə həyata keçirmək, layihən var beynində, onu həyata keçirib gəlir əldə edən. Məsələn, belə bir məsəl çəkmək də olar ki, müəllimə, ola bilər ki, məsələn, 1 hektar ərazidən mən bu il, məsələn, nə qədər taxıl əldə eləyə bilərəm, nə qədər, məsələn, gəlir götürə bilərəm, kimisindən də məsəl çəkmək olar. Onu indi biraz genişləndirmək lazımdır, çünki riyazi ilə oxşar oldu. Biraz genişləndirə bilərsən ki, məsələn, nədən necə istifadə edəsən və yaxud da ki, müasir texnikaları almaq olar, bax bu şəkildə genişləndirə. Bəli. Onların istifadəsi üçün. Müəllimə, sabahın alimlərini də ora daxil eləyə bilərik. Məsələn, uşaq sabahın alimlərində iştirak edir. Müəllimə, bir saniyə mən geri dönüş edirəm. Sizlə hələ ki bu qədər elm var mənim. Bir dəqiqə gözləyin, geri dönüş edirəm. Çox sağ olun müəllimə, çox. İxtisasım tarixdir. İxtisasınızı uyğunlaşdırın, bir situasiya kimi təqdim edin. Aha, ixtisasım tarixdir. Deməli, müəllimə, bu bir dənə şey deyim, bu müəllimlər var, öz adlarını daxil eləyə bilmirlər, məsələn, telefon adları ilə daxil olurlar da. O hansı kompetensiyanın pozulmasıdır? Yəni o rəqəmsal savadlılıq tutalım ki. Hə, də düzəldə bilmirlərsə əgər, deməli rəqəmsal. Hə, sualımız necə oldu? Sualım, deməli, fənlər arası inteqrasiyanı öz fənninizə uyğunlaşdırın. Məsələn, hansı fənlə? Deməli, tarix fənninin inteqrasiyasını öz fənnimə uyğunlaşdıra bilərəm, ədəbiyyatla, coğrafiya ilə, bu fənlərlə fənlər arası inteqrasiya eləmək olar, riyaziyyatla da eləmək olar. Ümumiyyətlə, tarix fənni bir çox fənlərlə inteqrasiya eləmək olur. Nümunə çəkim. Məsələn, xəritə üzərindən qədim dövlətlərin yarandığı ərazilərini müasir dövrlə əlaqələndirib həmin əraziləri xəritədə göstərə bilərəm. Bu coğrafiya qədimdə öyrəndiyimiz Finikiyanın müasir xəritədə Məsələn, Göytürkləri var, tutaq ki, Uyğur xalqanlığı var. Bunu indi müasir dövrdə onlar yoxdur, amma mən onu müasir dövr xəritəsi üzərində göstərirəmsə, bu fənlər arası inteqrasiyadır. Fənnin üstünə nə nümunə deyə bilərik? Fənn üstü inteqrasiyada, məsələn, Roma şəhəri haqqında danışıram. Roma şəhərinin gözəl bir videolarını təqdim edirəm. Müasir dövr videosunu təqdim edirəm. Kolizeyi göstərirəm uşaqlara. Bu, onu əslində real həyatla əlaqələndirməliyəm də.
fənnisti oldu, yoxsa fənlər arası? Bax, orada əgər görsəllik varsa, sən İKT-nin xüsusiyyətlərini artıq O nə oldu indi? fənlər arası, tarixlə informatika var. Bu informatika oldu. Real həyatla əlaqələndirin. Məsələn, hər hansı bir hökmdarın şəxsi keyfiyyətindən danışıramsa, mən gətirib onu müasir dövr prezidentlərinin də şəxsi keyfiyyəti ilə əlaqələndirsəm olur. Bu artıq fən daxili inteqrasiya olacaq. Bax, fənnisti bilirsiniz necə olur? Fənnisti Məsələn, praktik, bir də problem olmalıdır orada. Ki, məsələn, tarix fənnində götürək ki, hər hansı abidələr yararsız vəziyyətə düşür də, onu problem halına gətiririk. O problemi aradan qaldırmaq üçün əgər layihə üzərində iş gedirsək, məsələn, Möminə xatun, məsələn deyirəm, amma Möminə xatun Türk səhifası və yaxud da ki, hər hansı bir qədim tarixi abidələri çəkdi, fənnisti orada ola bilər. Bir də sən əgər Möminə xatuna şagirdləri əyani olaraq, praktik olaraq aparmısansa, bax, onda nümunə göstərə bilərik. aparmışamsa olur bu fən üstü. Əgər video görüntü eləyirəmsə, bu olur. Yəni, sonuncu 2025-ci il ART-nin sınağında onu elə götürmədilər də. Yəni, onlar da nə deyir, qatıq qaradırsa, məcbur o şəkildə götürürlər. Aydındır. Məndən subyektiv fikrimi soruşsanız, olar. Yəni, götürür. Amma ART-in götürdüyü, belə deyim də, sonuncu sertifikasiya sınağında o şəkildə təsəvvürdə canlandırdığımızı və yaxud da ki, görsəl olan bir şeyləri, videoları götürmürlər onlar fənn üstü. Bir də nə edəcək? Sən məsələn Səfəvi dövləti haqqında keçmisən də şagirdləri, onun rollu oyun halına salırsansa, o da fənn üstüdür. Bu da fənn üstüdür. O ədəbiyyatla əlaqələndirmə deyil də deməli. Ədəbiyyatla bax, orada ikili də götürə bilərsən. Hətta orada fənlər arası fənn üstü götürə bilərsən. Müəllimə, mənim test eləyəndə problemim məhz o olur. Fən daxili, ikisini də götürmürəm də, birini götürürəm. Şimdi bu testləri biz işləyəndə ədəbiyyatın xüsusiyyətini, Şah İsmayıl ədəbi xüsusiyyətləri və yaxud da ədəbiyyatın xüsusiyyətləri işlənir. Aydındır. Deməli, nə edəcəm? Deyəcəsi savadlıq kompetensiyası. Nədir savadlıq? Mən və yaxud da müəllimlər danışanda fikirləşdim, bunu da bir özündə danışdım, fikirləşdim ki, məsələn, var elə müəllimlər ki, sinifə girəndə ləhcə ilə danışırlar da, müəyyən bir ləhcələri olur. Bu, mən elə bilirəm ki, bu savadlıq kompetensiyasının pozulmalı deməkdir. Bəlkə bir müəllimə var idi, bəlkə gördük, itə bir içində vur iynə. Bax, o bu onun pozulması deməkdir də. Yəni müəllim gəlir səlis, düzgün, nitq olsun. Bu cür fikirləşirdim də. Yəni zaten hər birimiz bir bölgədə yaşayırıqsa, ola bilər bəzən ki, amma yəni aşırı dərəcədə olmaz. Eləmisənsə də onu aradan qaldırmalısan. Yəni düzəliş verir. Çünki sən şagird üçün rol modelsən də, düzdürmü müəllimlər? Bəli, bir də var müəllim məsələn, tutaq ki, WhatsApp-la hər hansı bir öz qruplarına mesaj göndərir. Orada bir nə qədər səhvlə göndərir və yaxud status paylaşır, orada nə qədər səhvlə paylaşır. Bu savadlıq kompetensiyasının pozulması deməkdir. Yəni normalda duyğu işarələrlə, hətta nöqtəsinə, vergülünə kimi yerində. Bəli. Sonra deyin gəlsin mənə. Məsələn, ərizənin yazılması da bunu mən savadlığa uyğun götürə bilərəm ki, yəni icazə almaq istəyirəm, ərizə yazıram. Bəli. Yaza bilmirəmsə deməli savadlıq kompetensiyası. Bəli, bu da pozulub deməli. Kompetensiya bacarıq deməkdir də, yəni həm də insan bu bacarığıdır. Bəli. Bəs rəqəmsal savadlıq nədir? Rəqəmsal savadlıq, ChatGPT-dən istifadə rəqəmsal bacarıqlı sayıla bilər. İndiki uşaqların rəqəmsal bacarıqlı bizdən çox üst səviyyədədir və yəni məqsədyönlü şəkildə, əgər təhlükəsiz şəkildə o rəqəmsal bacarıqlardan istifadə edirsinizsə, deməli ki, rəqəmsal savadlıq bacarığınız var. Aha, bax deyir ki, məsələn, indiki kitabda çox da fikir verməmişəm. Əvvəlki nəşrdə var idi ki, yəni sosial şəbəkələrdən, o İKT-dən etik qaydalar çərçivəsində qədərində istifadə etmək. Bax bu qayda yenə də qalır. Əgər sən məsələn da belə deyim də, vaxtını, günün çoxunu TikTokda keçirirsənsə və yaxud da ki, nə bilim, filmlərə baxırsansa, deməli ki, nə zəifdir, rəqəmsal savadlılıq zəifdir. Ondan düzgün, yerində, mənə fayda verə biləcək bir səviyyədə, bir dərəcədə. Fəal vətəndaş mövqeyi? Fəal vətəndaş mövqeyini mən xüsusilə tarix müəllimlərində bu mütləq olmalıdır. Cəmiyyət üçün, dövlət üçün fəal vətəndaş yetişdirmək. Ümumiyyətlə, hər bir müəllimin də əslində fəal vətəndaş yetişdirmək bacarığı olmalıdır.
Yəni dövlət üçün, cəmiyyət üçün lazım olan, onun gələcəyinə necə təsir eləyəcək bir kompetensiyalardır, bacarıqlardır bunlar. Mən desəm ki, mən şagirdə sual verirəm ki, 20 yanvar faciəsi nə vaxt olub? Xocalı faciəsi nə vaxt olub? Deyir ki, 20 yanvar faciəsi 1992-ci ildə, Xocalı 1990-cı ildə. Burada hansı kompetensiya zəifdir şagirddə? Bəli, bunların vətəndaşlıq da kompetensiyası Yəni bir zəif. vətəndaş olaraq onları bilmək, həmin tədbirlərdə iştirak etmək bizim borcumuz. Və mədəni məlumatlığı deyəcəksiniz. Mədəni məlumatlıq. Onu bir şeylə izah eləmək istəyirəm, nə ilənsə. Məsələn, mədəni məlumatlıq tutaq ki, Qız Qalası. Bunun haqqında əgər ətraflı məlumat verə biliriksə, Qız Qalasının mahiyyətini izah eləyə biliriksə, onun neçənci əsrə aid olduğunu deyə biliriksə və bunu izah eləyə biliriksə, elə bu bacarıqdır da, yəni Bir dənə də verim sizə. Qız Qalasının tikilmə üslubu haqqında məlumat verilirsə ki, məsələn, bu ornamentlərdən, bu üslubda tikilib, bəs bu hansı inteqrasiya olacaq? Üslub, ornamentlərdən. Bax, təsviri incəsənət və tarix. Qız Qalası 20-ci əsrdə bu üslublardan, bu ornament, məsələn deyirəm də, istifadə olunubsa, bu olacaq da hansı təsviri incəsənət və tarixin əlaqələri. Bərabərdir fənlər arası inteqrasiya. Yəni bunu savadlılıq da götürmək olar. Savadlı adam. Savadlılıq götürə bilərik, bəli. Götürə bilərik savadlılıq. Sonra bizdə kimin nəsə olacaq? Hacı, siz deyəsən bu qrupdan deyilsə, Ülviyə, bu qrupdansızsa, məncə siz o 21:00-dan sonra cavab verəcəksiniz. Ağca Dadaşova deyin gəlsin bizə nədir fən daxili inteqrasiya? Daxili inteqrasiya bir fən daxilində mövzuların əlaqələndirilməsi. Məsələn, nə nümunə deyə bilərik? Şaquli üfüqünü ayırmadan, yəni rəyiniz Məsələn, nümunə çəkə bilərəm ki, coğrafiyada mənim ixtisasım şagirdə relyef mövzusunu keçərkən onun xəritə mövzusuna əlaqələndirmək olar da, dağları, düzənlikləri, yerin göstərməyi relyeflə xəritə mövzusunu əlaqələndirdi. Yaxşı, deyin gəlsin mənə, bəs fənlər arası inteqrasiya şəklində eləsək nə olar? iPhone adınızı yazında kimsizsə, mən bayaq səsləndim, bilmədim amma kim oldu. Fənlər arası inteqrasiyada, məsələn, coğrafiyada məsələ həllərində riyaziyyatla əlaqələndirmək olar. Məsələn, əhalinin, şəhər və kənd əhalisinin faizlə tapılması, tutaq ki, burada riyaziyyatla əlaqələndirilir. Anladım. Yaxşı, əgər sən desən ki, məsələn, debatda iştirak etməyi biz hansı kompetensiyaya dedik? Nümunə kimi. Savadlılıq. Kompetensiyasını. Deyirəm ki, şagird xarici dildə, məsələn, hər hansı bir yarışdır və yaxud da ki, layihədir. Orada ingilislərlə, ingilis şagirdlərlə ünsiyyət qurma bacarığı yerindədirsə və ünsiyyət qurmağa həvəslidirsə, bu hansı kompetensiyaya uyğundur? Çox dil bilmə. Çox dil bilmə olacaq. Azərbaycan dilində sözlərin düzgün yazılış qaydaları, zamanların yerində istifadə edilməsi. Bax, məsələn, şagird əgər deyir ki, mən sabah məktəbə getdim. Bu hansı kompetensiyanın pozulmasıdır? Savadlılıq. Savadlılıq kompetensiyasının pozulmasıdır, düzdür. Əgər şagird sosial şəbəkələrdən, məsələn, müxtəlif oyunlardan telefonu vermişik ki, dərs öyrənsin, amma o orada bütün gününü oyunlara sərf edirsə, bu hansı kompetensiyanın da formalaşmadığı mənasına gəlir. Burada rəqəmsal savadlılıq pozulub. Mən rəqəmsal savadlılığa süni intellekti, Kanbanı və yaxud da Kahootu aid eləyə bilərəm. Bəli, mənimlə olar. Word, Excel, PowerPoint də əgər şagird normal. Əgər slayd yığırsa, cədvəl yığırsa, mətn yığırsa, mətnə düzəliş edirsə, Word üzərində, bəli, bu da daxildir rəqəmsal savadlılıq. Bəs yaxşı, elmi kompetensiya deyəndə? Elmi kompetensiyada ətrafdakı hadisələrə ya da problemlərdə şagird formalaşan suallara elmi cəhətdən cavab verirsə, yəni bu niyə baş verdi sualına elmi cəhətdən cavab verə bilirsə, gələcəkdə konseptual biliyin niyəsini, səbəbini ki, elmi cəhətdən əsaslandırır. Məsələn, fizikaya görə, kimyaya görə.
Və yaxud da ki, nə bilim, biologiyaya görə fotosintezdir, niyə bitki belə olur, niyə qaranlıqda qalan bitki inkişaf eləmir, niyə işıqda olan bitki daha çox inkişaf edir. Yəni niyəsini əsaslandırırsansa elmlə bağlıdır tamamilə. Və bir də mənə şəxsi sosial öyrənmə kompetensiyasının mahiyyətini deyin. Bu kompetensiya, yəni şagirdin özünü tanıması, öz güclü və zəif tərəflərini bilməsi, stresli mühitdə davranmalı olması, necə davranmalı olması və yaxud da ki, nümunə çəkə bilərik. Məsələn, şagird imtahana hazırlaşanda plan cızır, plan üzrə nəyi öyrəndim, nəyi öyrənmədim. Bu üzrə hərəkət edirsə, bu şagirddə öyrənmə kompetensiyası inkişaf edib. Öz planın, öz yolun, öz öyrənmə metodun ki, məsələn, şəxs var ucadan oxuyur öyrənir. Şəxs var yazıb, qeyd eləyib öyrənir. Şəxs var ki, öyrənəndə altına bir xətt çəkir, rəngləyir. Bunlar yəni hər kəsin öz öyrənmə metodudur. Buna görə şəxsi sosial öyrənmək kompetensiyasına daxil edə bilərəm. Düzdür. İsaqova, Sevinç. Buradadır Sevinç. İsaqova, Sevinç xanım, buradasınız? Bəli, buradayam. Bəli, müəllimə eşidirəm. Bizə nə oldu fənn üstü inteqrasiya? Fənn üstü inteqrasiya, yəni əlaqələndirmədir, fənn arası deyil, yəni dünya görüşü, həyatla əlaqələndirmə, bəli, həyatla əlaqələndirmədir. Fənninizin məzmunu Hər hansı bir biliyin həyatla əlaqələndirilməsidir. nədir fənninizin məzmunu xətti? Tarix, Tarixi, zaman, məkan, dövlət. tarixi, zaman, məkan, şəxsiyyət, mədəniyyət, 5 məzmun xəttimiz var. Məsələn, mən tutalım ki, Səfəvi dövləti, Şah İsmayıl, bir də Səfəvi dövlətini müasir xəritədə yerindən bəhs eləsəm, burada inteqrasiya həm fənn daxili, həm fənlər arası növünü götürə bilərəm. Burada fənn daxili inteqrasiyadır, Və əslində. müasir xəritədə yeri də deyirəm. Ona görə mən fənlər arasını götürə bilərəmmi? Fənlər arası, fənn üstü ola bilər bu. Mən üstünlüyüm ki, bax, deyirəm ki, Səfəvi Fənlər coğrafiyadır. Fənlər arası, bəli, coğrafiya ilə, müasir dövrlə əlaqələndirmə coğrafiya ilə ola bilər. Yəni bir situasiyada ikili, hətta üçlü inteqrasiyada, bəli, coğrafiya ilə əlaqə. Bəli, coğrafiya ilə. Yəni siz ancaq bir inteqrasiya götürəcəm deyə bir şey yoxdur. Bəzən test olur ki, yəni üçlü inteqrasiya olur. Yaxşı, deyin gəlsin bizə. Biz deyirik ki, sahibkarlıq kompetensiyası. Siz sahibkarlığı necə başa düşürsünüz? Yəni sahibkarlıq insanın hər hansı bir işi görmək üçün əvvəlcədən planlaşdırmasıdır. Yəni hər hansı bir işi görmək üçün əvvəlcədən plan qurur. Yəni bu sahibkarlıq kompetensiyasına aid edilir. Yəni layihə üzrə plan deyirsə, layihənin həyata keçirilməsi. Bəli, layihə hazırlanması və bunun həyata keçirilməsi. Çalışma planı, şəxsi sosial öyrənmək. Məsələn, yatırım etmək, sponsor, xərc, bunları aid eləyə bilərəm mən bura? Bəli, bəli. Deyirəm ki, məsələn, həyətdə bir nə deyək, hasar deyək, nə deyək və yaxud da ki, nə bilim, kiçik bir otaq tikmək istəyirik. Deyirəm ki, bunun uzunluğu, divarların uzunluğu bu qədər olsun və yaxud da ki, bura bu qədər material gedəcək, onların hesablanması hansı kompetensiyaya daxildir? Riyazi, elmi mühəndislik kompetensiyasına aiddir. Yaxşı, deyin gəlsin bizə fəal vətəndaş mövqeyi deyə bilir, gender bərabərliyi deyə bilərəmmi? Fəal vətəndaş mövqeyində. Bəli. Demək olar. Müəllimə, nədir gender bərabərliyi? Yəni hüquq bərabərliyi deməkdir. Qadınların burada daha çox hüquqları üstünlüyü götürülür, gender bərabərliyi. Hər kəsin bərabər olması. Bərabər olması, bəli. Yəni cinsiyyətdən asılı olmaz. Bəs bərabərdir. Yəni necə özünü hörmət edirsənsə, digərlərinin də vəzifəndir ki, qarşındakı şəxsə hörmət mənasında işlədilir. Mədəni məlumatlıq nədir? Yəni mədəni məlumatlıq ilk növbədə burada dini dözümlülük var, burada mədəniyyətlərə münasibət var, hər kəsə eyni münasibət, digər dinlərə qarşı, mədəniyyətlərə qarşı dözümlülük, tolerantlıq göstərmək mədəni məlumatlıq götürülür. Oldu, sizlər bu qədər. iPhone əl qaldıran kimdir? iPhone. Bəli, müəllimə, mən idim. Adınız necə oldu? Günay İbrahimova. İbrahimova, deyin gəlsin bizə fənlər arası inteqrasiya öz fənninizlə uyğunlaşdırın deyin. Tarix fənnidir, öz fənnim. Fənlər arası mən ədəbiyyat fənni ilə əlaqələndirə bilərəm. Məsələn, Şah İsmayıl mövzusunda və yaxud da ki, orta əsr şəhərləri
müqayisə edə bilərəm. Başqa ədəbiyyat fənni ilə. Məşhuru coğrafiyadır xəritə. Bəli. Coğrafiya ilə məşhuru, ən məşhur inteqrasiya baş verir tarixin coğrafiya. Ədəbiyyat arasında da olur, düzdür. Bəli, coğrafiya ilə daha çox. Hələ, Necədir? bəli. Biraz gec gəlir. Fənn üstü model necə olur? Səsi işte bilmirəm. Fən üstü rollu oyunlarla, olmaz. Rollu oyunlar həyatla əlaqələndirmək olar. Bəli, real həyatla, yəni və yaxud da ki, əyani bir şeylə, bu fənlə əyani bir şeylə müqayisə etmək, əlaqələndirmək, belə başa düşürəm mən. Yaxşı, deyin gəlsin. Hər kəslə mi qırılır səsim yazın aşağı? Deyin gəlsin mənə nəyi? Savadlıq kompetensiyası, çox dil bilmə kompetensiyasını başa düşdünüz. Başa düşdünüz. Savadlılıq kompetensiyasına mən dünya görüşlü, daha çox hər hansı bir məlumat, informasiya toplamaq, belə götürürəm. Çox dil bilmək də kimisi ana dilini, öz ana dilini və bir də başqa dilləri mənimsəmək və ya da ki, ünsiyyət qurmaq kimi başqa xarici vətəndaşlarla belə çox dil bilmək, yəni elə götürürəm. Bəs mədəni məlumatlıq desək? Mədəni məlumatlıq biz əsasən ən çox adət-ənənələrimizə, mədəniyyətimizdə ən çox biz tarixdə belə dövlətlərin hər hansı bir mədəniyyəti ilə əlaqələndirə bilərik. Məsələn, adət-ənənələrimiz, geyimlərimiz, məsələn deyirəm ki, 18-ci geyim. Bəli, 18-ci əsri. Bəzən geyimlərin, adət-ənənələrin dəyişilməsi. Novruz bayramının adət-ənənəsi haqqında danışsaq, bunların hər biri hara daxildir? Və sahibkarlıq? Sahibkarlıq əsasən belə düşünürəm ki, biznes ilə əlaqəli olduğunu, sponsor əlaqəsi ilə əlaqələndirmək olar. Hər hansı bir xərc, pul, gəlir, yatırım, bunlar yatırım. Rəqəmsal savadlığı deyin sonu. Rəqəmsal savadlılıq, İKT, slide, PowerPoint, Word, təzə süni intellekt belə onlara əlaqələndirmək olar. Müəllimə, kim qalıb buyursun? Bax, məsələn, burada Nurka Şamcı var. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Cavab verirsiniz. Bəli, Mehdiyev Orxan biz qalmışdıq. İnteqrasiyanın nələri var? İnteqrasiyanın 3 növü var. Fən üstü, fənlər arası, fən daxili. Fən daxili inteqrasiyada 2 yerə bölünür, üfüqi və şaqili. Öz fənninizə uyğun fən daxili, fənlər arasında nə nümunə çəkə bilərsiniz? Bizə tarix fənnidir. Tarix fənnindən biz ilk öncə fən daxili dedikdə mən üfüqi üzrə onu demək istəyirəm ki, eyni sinifdən müəyyən bir məzmun xəttləri arasında əlaqələndirmə deyilir. Məsəl üçün, 11-12-ci əsr intibah mədəniyyəti dövrü adlanır, 13-14-cü əsr mədəniyyəti var. Onlar arasında əlaqələndirmə aparılır. Məsəl üçün, 12-ci əsrdə inşa olunmuşdur Qız qalası, 13-14-cü əsrlərdə inşa olunmuşdur Nardaran qalası, məsəl üçün, və ya Məlikan dairə və 4 Günz qalası. Yəni, belə bir əlaqələr mən hesab edirəm, düşünürəm. Və deməli, şaqülüdə isə biz siniflər arası. 5-ci sinifdə məsələn, Manna dövləti keçmişəm, onu 6-cı sinifdə biz tarixdə yenidə keçirik, amma genişləndirilmiş formada. Bu arasında əlaqələndirmə apara bilərəmsə, bu olur. Məsələn, 6-cı sinifdə Manna ətraflı keçirilir, amma 5-dən onlara sual da verə bilərik. Məsələn, Mannanın paytaxtıdır, harda yaranmasıdır filan. Bu köhnə biliyi xatırladırıqsa, biz bunu şaqülü adlandırırıq. Fənlər arasındakı tarix fəni ən çox coğrafiya ilə bağlıdır, xəritələr qismində. Səfəvi dövlətin xəritəsi, sonra
Qədim Çindən danışarkən Xuanxe və Yansi çayları adı çəkilir və bu müasir dövrdə də bu çaylar var, yəni belə əlaqələndirmə. Sonra tarixdə musiqi ilə əlaqələndirmə ola bilər, çünki orada bəstəkarların falan adı çəkilir, demək ola bilər. Ümumiyyətlə, tarix bütün fənlərlə əlaqələndirmirlər, çünki bütün məlumatları gətirib tarixə yazıblar, ona görə əlaqələndirə bilərik. Fənlər arasından söhbət gedir. Fənlərdə proses eynidir ki, hamısı bir-birinə mütləq ki, yəni elementini görürsən. İndi mən desəm ki, şagirdlərə deyirəm ki, İpək yolunun yerləşmə mövqeyi və yaxud da ki, keçdiyi ərazilər, İpək yolunun salınma tarixi haqqında əgər mən sual verirəmsə, burada hansı inteqrasiya reallaşıb? İpək yolundan sual veririksə, inteqrasiyanın İpək yolunun keçdiyi ərazilər filan. Burada fənlər arası var, çünki burada coğrafi bilik lazımdır, çünki müxtəlif ölkələrdən, qitələrdən keçir, materiklərdən keçir. Bəli, deyirəm, İpək yolunun salınmasından günümüzə qədər neçə əsr keçmişdir? Əgər bunu hesablamağı tapşırıramsa inteqrasiya tarix müəllimləri, bax belə suallar düşə bilər. Bu riyaziyyat fəni olacaq? Bəli, riyaziyyatla hesaba görə tarixin əlaqələnməsi. Savadlıq kompetensiyasının mahiyyəti nədir savadlılıq? Fikrini ifadə etmək, arqumentlər gətirmək, dünya görüşlülük. Bəli, çox dil bilmək desək. Bu da bir neçə dildə dil bilmə kompetensiyası adlanır. Məsələn, ingilis dili, rus dili ola bilər. Bu dillərdə öz fikrini ifadə etmək, cümlələr qurmaq, yəni bir neçə dil bilmək. Sahibkarlıq bəs? Sahibkarlıqda əsasən burada xərclər, gəlirlər, nəyəsə bir plan irəli sürüb ondan bir qazanc əldə etmə qismi, layihə hazırlamaq. Aydındır. Və bir də mədəni məlumatlığı deyin. Bu tarixdə də, əsas tarixdə bu mədəni məlumatlığın formalaşmasında çox rol oynayır. Çünki biz xalqların tarixini keçərkən onların mədəni məsələlərlə yönəlirik. Həmin xalqların adət-ənənələrini bilmək, məişət xüsusiyyətlərini bilmək, sonra geyimləri, hətta mətbəxi mən deyə bilərdim ki, hər bir xalqın özünə məxsus mətbəxi var, oradan mədəni məlumatlıq yaradır. Yəni, bir növ xalqları, dövlətləri tanımaq. Bu da məktəbdən yaranmış bir forma kimi tarixdə rol oynayacaq. Aydındır. Nuranə xanım, Nurkaş amcı Çox sağ olun. Bəli, mən tanıtmam. Cavab verəcəksiniz də, düzdürmü? Bəli, buyurun. Deyin gəlsin bizə nədir fənn üstü inteqrasiya? Bu real həyatla əlaqələnir. Əsasən burada məsələn üçün deyə bilərəm ki, o keçən əsr dərsdə danışandakı dünyadakı su problemi ilə yaxud da tarix fənni ilə əlaqələndirsək, məsələn İrandakı müharibə, onun fəsadları, elmə, mədəniyyətə və yaxud da insanlara necə təsir göstərir, burada real həyatdan əlaqələndirmə demək başa düşürük. Problemlər Problemlərin qoyulması. Fənninizin məzmun xətti nədir fənnin? Zaman, məkan, dövlət, şəxsiyyət, bir də yanaşıqdır. Mədəniyyət. Fənlər arası inteqrasiya edeyim mənə bir dənə. Necə inteqrasiya edərsiniz fənlər arası? Bir-iki fən arası, yəni coğrafiya ilə, ədəbiyyatla, hətta təsvir incəsənət də götürə bilərik, musiqi ilə də əlaqələndirə bilərik. Çünki tarix fənni doğrudan da geniş əlaqələnir. Orada fikrə təmiri var tarixdə. Musiqi ilə, hətta təsvir incəsənətdə məsələn üçün Mona Lisa əsəri digərlərlə də əlaqələndirə bilərik. Yaxşı, bəs biz qeyd elədik ki, nəyə deyəcəkdim sizə? Rəqəmsal savadlıq nə oldu? Bax, bunu dərsdə tətbiq edəndə nə kimi elementlərdən, yəni əlinizin altında nələr olur, necə tətbiq edirsiniz? Məsələn, rəqəmsal savadlıq müasir dövrdə PowerPoint-dən də istifadə edirik. Düzü indi artıq PowerPoint o qədər də istifadə olunmur. ChatGPT ilə yaxud da yeni texnologiyalarla istifadə daha effektiv əldə edirik. Məsələn, internet resursları, sonra planşetdən də istifadə etmək deyə bilərik. Bir çoxlar.
Səs hamıda zəif gəlir. Mən mikrofondan istifadə edəndə dərsin səsini yazanda exo ilə yazır. Yoxsa gələn dəfə mikrofondan Biraz səsiniz qırılır. ola bilər. Yaxşı deyin gəlsin mənə. Bu savadlıq kompetensiyasının mahiyyəti nədən ibarətdir? Savadlıq real həyatda insanın dünya görüşünə əsaslanır, fikir və arqumentləri, bir də şivədən istifadə olmamağı, yəni müəllimin səlis danışmağı burada əsas götürülür. Biz səlis danışmaq deyəndə bəzən olur ya, o fikri gətirmək üçün biz eləyirsən. O Hə, o da düzdür. zəif olmağı demək deyil. Yəni o hər kəsdə var. Belə deyim də, çaşmadan, dolaşdırmadan danışan müəllimlər çox az olur. Mən onlara istedadlı müəllimlər deyirəm. Amma ki, yəni müəllim təbii ki, ləhcədən istifadə eləsə, nə bilim, məişət üslubundan istifadə eləsə, bu onun savadlığının zəif olmağı mənasına gəlir, anlamına gəlir. Bəli. Sahibkarlıq desək, Burada maliyyə dəstəyi, layihələrin, sonra məsəl üçün məktəbdə hər hansı bir layihənin keçirilməsi üçün maliyyə dəstəyi görülməlidir. məktəbdə. Hı. Bir də mənə nə deyəcəksiniz? Fəal vətəndaş mövqeyi desəm. Burada bizim vətəndaşların vəzifələri, hər kəsin borcudur ki, müasir dövrdə, məsələn üçün tarixdə belə deyim də hadisələr var ki, hər bir vətəndaş həmin o hadisələri bilməlidir. Bəli. Gender bərabərliyi ilə yanaşı dövlətin və insan qarşısında duran vəzifələr bilməlidir. Yəni əsas məqsəd bundan ibarətdir. Vətəndaş. Dövlət qarşısında vəzifələri müəyyən edib və insanlara onları çatdırmaq. Aydın. Oldu, hə, ki sizə. Müəllimlər, səs eləyin görək kimlər qalıb. Mən bunun arada dərsim var. Sürətli şəkildə bax. Aygün Abbaslı qrupdan siz cavab vermək istəyirsinizsə buyurun. Buyurun müəllim. Deyin gəlsin bizə bizim bu fənlər arası inteqrasiyanı öz ixtisasınız üzrə bir nümunə deyin. İxtisas tarixdir. Fənlər arası inteqrasiya deyəndə, yəni eyni fəndə belə deyək, məzmun fənlər arasında əlaqə qurmaqdır. Fənlər arası dedim. Fənlər arası, yox. Məsələn, tutalım ki, coğrafiya fənni bizə bayaq müəllimə qeyd edildiyi kimi coğrafiyada hərdən çox istifadə edirik, coğrafiya inteqrasiyada və yaxud da xronologiyadan istifadə edib onu ardıcıllığa düzəndə riyazi düşünürəm, bu riyazidir. Belə qısa. Sağ ol. Və yaxud da ki, nə bilim, orada hicri miladi var, onun hesablanması. Bəli. İndi mənə siz deyəcəksiniz nə? Mədəni məlumatlıq kompetensiyası bunların mahiyyəti. Mədəniyyət məlumatlıq deyəndə ki, bu belə deyək də, tək digər xalqların belə deyək, mədəni adət-ənənələrinə, tarixinə hörmətlə yanaşmaq belə deyək, anlamına gəlir. Müxtəlif aspektlərdən baxmaq olur da, yəni bunu. Folklordur, kulinariyadır, bəli, bunların hər birini daxil eləyə bilərik. Adət-ənənədir, yəni genişdir orada. Sonra biz desək ki, şəxsi sosial öyrənmək kompetensiyası. İnsanların daha çox özünü tanıması ilə bağlıdır. Ümumiyyətlə və emosiyaları belə deyək, idarə etməklə bağlıdır. Başqa nə ola bilər orada? Belə deyək, konfliktlərdən, bəli, konfliktləri idarə etmək və yaxud da ki, əməkdaşlıq etməyə bacarmaq, empatiya qurmağı bacarmaq, bu cür. Elmi kompetensiya. O nə demək? Yəni belə deyək də, elmi kompetensiya deyəndə hər hansı bir məlumatın doğruluğu və yaxud da ki, tam bunu Elmi deyək də, Aygün. Necə? Məsələn, sənə sual verilir ki, niyə fotosintez prosesi haqqında və yaxud ki, nə bilim, hər hansı bioloji proses haqqında olsun, niyə ki, bu baş verir? Fotosintez niyə baş verir? Aydın oldu, təxmin edə bildim. Düşünürəm ki, burada da əsas məsələlərdən biri tək nəzəriyyəni bilmək deyil, düşünürəm elə. Yəqin ki, burada əlavə bu təhlillərdir, müşahidələr onda aparmaq yolu ilə anlamaq olur. Bəs riyazi kompetensiya desək? Riyazi bu adətən elə gündəlik həyatda da demək olar, bütün hər şeyin riyazi hesablamaları var. Bu
Bu da bir məqsədli şəkildə istifadə olunan bir belə deyək inteqrasiya, kompetensiyadır. Qrafikdir, bəli. Bir də mənə nə deyəcək? Savadlığın mahiyyəti. Bu da deməli bu da həm müxtəlif formalarda olur, həm belə deyək şifahi şəkildə olur, yazılı şəkildə olur. Daha sonra belə deyək yəni bu insanda belə deyək şərh etmək bacarığı formalaşmasını belə deyək bacarığını formalaşdırır. Daha sonra Arqument qoymaq, müdafiə. arqument qoymaq, bəli, bəli. Bəli, bəli. Öz fikrinin auditoriya, yəni düzgün şəkildə çatdırmaq, yəni ki, müxtəlif formalarda çatdırmaq. Hətta biz qeyd etdik ki, ərizə yazmaq, Bəli. xasiyyətnamə yazmaq, bunların hər biri savadlığa daxil. Oldu. Hələ Sağ ol, ki, təşəkkür ederim. halın özü belə onu düzgün ifadə edə bilirsənsə, bax. Elçin Babayev cavab verəcək. Babayev Elçin. Bəli. Deyin gəlsin Elçin müəllim, nədir fən daxili inteqrasiya? Fən daxili inteqrasiya müəllim öz fənlərin iki cür olur. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Şaquli inteqrasiya odur ki, sadə mürəkkəbə doğru gedir. Yəni aşağı sinifdə keçirilən hər hansı bir mövzu yuxarı sinifdə daha çətin və mürəkkəb formada keçirilir. Üfüqi inteqrasiya isə fən daxilində olan məzmun xəttləri arasındakı inteqrasiyadır. Fən üstü inteqrasiya desəm? Fən üstü inteqrasiya isə dərsdə öyrənilən biliklərin real həyatda tətbiqi. Dərsdən kənarda real həyatda tətbiqi. Nədir çox dil bilmə kompetensiyası? Çox dilmək kompetensiyası odur ki, öz bildiyin ana dilindən əlavə digər dilləri bir və yaxud daha çox dilləri bilmək, dialoq qurmaq, yazmaq, həm yazılı, həm şifahi şəkildə bilmək. Xarici dillərdə də kullanmaq. Bəs ana dilində əgər sən dialoq qurursansa, o savadlıq. Savadlıqdır. O savadlıq. Texnoloji mühəndislik kompetensiyası desək, bunun mahiyyəti nədən ibarətdir? Texnoloji mühəndislik ondan ibarətdir ki, həyatda hər hansı bir mühəndislikdən istifadə edərək nəyisə qura biliriksə, bu həmin kompensasiyaya daxildir. Məsələn, deyim ki, o yoldur, binalardır, binaların tikilməsində texnologiyadan istifadə, yolun salınmasında, körpülərin salınmasında, məsələn, texnoloji vasitələrdən istifadə edilirsə, bunlar mühəndislik, texnoloji kompetensiyanın tərkibinə daxildir. Və yaxud gündəlik həyatda bizim işimizi rahatlaşdırır. Liftlərdir, paltar yuyan maşınlardır, nə bilim, digər texnoloji alətləri biz bura nümunə çəkə bilərik. Bəs rəqəmsal savadlıq deyəndə nə başa düşürük? Rəqəmsal savadlıq müasir texnologiyadan istifadə edə bilmə bacarığıdır. Telefonlarda, planşetlərdə, proqramlarda. Öyrənməyə xidmət edir. Fəal vətəndaş mövqeyi desən? Fəal vətəndaş mövqeyi hər bir vətəndaşın öz ölkəsinə, dövlətinə aid olan qaydaları bilmək, tədbirləri bilmək və həmin tədbirlərdə fəal iştirak eləmək. Və bir də son olaraq mədəni. Mən səsiniz qırılır, tam başa düşmədim axırıncını. Mədəni məlumatlılıq. Mədəni məlumatlılıq hər bir fərdin öz ölkəsinin mədəniyyətini bilmək və bundan əlavə digər ölkələrin mədəniyyətini bilib onlara hörmətlə yanaşmaq, tolerant yanaşmaq. Dinlərə hörmət müəllimlər, onlar da daxildir. Dinlər. Sual ünvanlanmayan Mart qrupundan kim qalıb? Buyursun. Bax, mən bəzilərinizin adı fərqlidir, telefon markasından qoşulmuşsunuz. Bilmirəm kimdir. Ki, bu qrupdandır, yoxsa digər qruplar da bəzən dinləyici kimi qəbul edir. Buyursun kim qalıbsa. Kimin nə sualı var bu keçilən iki mövzu ilə bağlı? Buradan da ən çox düşən inteqrasiyanın da testləri deməli 6-cı günü saat 21:00-da hətta bir qism kompetensiyalardan da baxılacaq. Canlıda müzakirə olunacaq müəllim. Mənim bir sualım var. Bu fən üstü ilə açıqdır, mənim heç ulduzum barışmır. Niyə? Digər, yəni belə deyək, başqa, yəni düzdür, bu canlı yayım göstərəcəksiniz inşallah 6 bazar, amma bizə alternativ bir test varmı ki, biz onun üstündə işləyək? Çünki həqiqətən Time testi, bir tətbiqdə olsun. Olunan test, yəni ixtisasınızdakı kimi geniş deyil. Təəssüf ki, mən sizə yəni belə deyim də
Alternativ test deyə bilməyəcəm bundan Mən əlavə. onda işimiz Allaha qalıb ki, mənim bu mövzuda. 50 Şəxsən sual mənim. tətbiqdə var, 50 sual tətbiqdə var. Aha, Yəni belə sual var da, məncə bəs eləyərək o inteqrasiyanı baş çözək. eləyir, görək. Oldu, çox sağ ol. Yenə də Müəllimə bizə olmayacaq. yəqin ki, idmandan düşməyəcək də, məsələn, tarix müəllimlərinə idmandan. Hə. Bir də siz ev tapşırığında sonda belə yaxşı-yaxşı qeyd eləyin. Biz həm işləməyə testlər də qeyd eləyin, həm də Bax, belə mən hər mövzu keçildikcə, məsələn, mövzu sual-cavab olundu. Bu gün mən sizə time-la test olaraq işləməyin inteqrasiyanı, bir də kompetensiyaların testini verirəm. Hər mövzu sual-cavab olunandan sonra onun testini götürürsünüz. Onlar bəzən yadımdan çıxar, qeyd etmərəm. Tətbiqin testləri nisbətən sadə versiyada testlər var. Biz ümumi sınaqlarda çətinliyi artırmışıq ki, məsələn, taksonomiyanı keçəndən sonra hər kəs öz ixtisasına uyğun ümumi sınaqlar işləyəcək ki, nəzərə alırıq orada da müəllimləri. Belə, yəni mütləq mövzunu oxuduq, tətbiqdəki testləri işləyirsiniz, sual-cavabdan sonra da timing testlərini işləyirsiniz. Mətbuat müəllimə. Müəllimə, 5-ci gün dərs olacaq. Güman ki, olacaq, bəli. Bugün qrup gec başlayıb, ona görə mən biraz tətil bir sizə. Axşamınız xeyir müəllimə. Mətbuat müəllimə, bu mart qrupudur, indi qoşulduğumuz dərs hal-hazır ki. Yəni bitirmək qrupunda. Neçədə başladı ki o 19:30-da başladı, neçədə bitir? Yəni normalda 21:00-da bitməlidir, biraz çox. Bəli. Bizdə tarixlə üst-üstə düşdüyünə görə mən oradan çıxandan sonra qoşuldum bura, üzrü səbəbdən. 21:00-da bitdi ora, ondan sonra qoşuldum bura. Yəni Oxumusunuz, sual verim sizə. bizdə kitab yoxdur, soruşacaqdım ki, o sizin izahlarınızı əsasən yadımda saxlamışam. Bax, Müəllimə, üzr istəyirəm, mən çıxa bilərəm? Müəllimə, işi olmayanlar çıxsın. Bəli. çıxa bilərsiniz. Sağ olun. Sağ olun. Bax, bir tətbiqin tərkibində hər dərsin qısaldılmış PDF-i var. Bir də qrupa timing PDF-ni atmışıq. Yoxdursa deyin yenə. Yəni PDF-dən oxuyacaq da dərsi ilə. Bəli. Ala bilərsiniz, almağa demirəm ki, almayın. Yəni almaya da bilərsiniz. O hissəyə mən qarışmıram. Bəli. Bizə lazımdır oxumanız. Mətbuat müəllimə. Bəli. Mən biraz gec qoşuldum müəllimə. Siz dərs izah nəsə verdiniz, izah etdiniz, nəsə. Mən də elə bir 10 dəqiqədir qoşulmuşam deyə heç nədən xəbərim olmadı. Başda bəli, mövzunu izah etdim. Dərsin girişində. Hansı mövzuydu? Bəli. Təfəkkür bütöv. Bax yazdım. Təfəkkür modelində oxumağa bütöv verildi. Kaydı var bunun müəllimə girib baxmağa. Kaydı yazmışam, amma kaydı belə deyim də hardasa 1-2 saata yüklənir. Hə, olsun. Axşam tərəfi. Bura öz səhifəmizə atasınız da kaydı. Yəni kurikulumaz tətbiqinə də kaydı orada canlı dərsdən kaydılar bölümündə olacaq. Bəli, izah da oradadır. Yəni dərsi oradan baxıb öyrənə bilərik. Bax, bir lövhə izahı var, dərs izahları. Bəli, bəli. Slayd üzərindən. Kimə hansı rahatdır? Məsələn, müəllim var ki, deyir mən oradan oxuyum öyrənim. O slayda baxa bilər. Müəllim deyir ki, mən müəllimi görüm öyrənim bu lövhədə. Bəli. Belə, sualınız yoxsa müəllimə, mən yekunlaşdırıram çünki bundan sonra... Bəli. Bir də nə vaxt olacaq indi müəllimə? 6-cı gün, elə? Yox, 5-ci gün. 6 bazar o test təhlillərdir. O gün bir sual... 5-ci gün. Əsas dərsi? Bəli, əsas dərsiniz olacaq 5-ci gün. Təfəkkür oxuyun. Bəli. Təfəkkürü? Yaxşı. Hələ ki, gecəniz xeyrə. Əlavə sualınız olsa da... Xeyrə qal. Sağ olun, mənə gecəniz. Görək də görə necə olacaq inşallah.